Etibar Muradxanlının Qarabağ zəfərinə həsr olunmuş Bayatı Araz kitabının təqdimatını açıq elan edirik. Kitab Qarabağ uğrunda canını qurban verən şəhidlərimizin igidliyinə, sağlamlığını bizə fəda edən qazilərimizin qəhrəmanlığına, əskər və zabitlərimizin rəşadətinə, Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun qəhrəmanlığına həsr olundu. Şəhidlərimizin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükutla ayağa qalxmanızı xahiş edirəm. Allah rəhmət eləsin. Bədii yaradıcılığa 90-cı illərdə başlayıbdır. O, həm Qarabağ müharibəsindən, həm də İkinci Dünya müharibəsindən bir sıra romanların müəllifidir. Siz mühasirədəsiniz leytinant, tələbə taqımı romanları 1-ci Qarabağ müharibəsinə həsr olunubdur. İlin 5-ci fəsli və Bayatı Araz romanları isə 2-ci Qarabağ müharibəsinə və Qarabağ zəfərimizə həsr olunubdur. 282-ci Adam romanı isə Alman hərbi əsirliyində olmuş bir Azərbaycanlı əskərin rəşadətindən bəhs edir və 2-ci Dünya müharibəsi, bu müharibə zamanı əsir düşmüş insanların başına gələn hadisələr, çətinliklər və s. kimi məsələlərdən bəhs edir. Bütövlükdə götürəndə Etibar Muradxanlını hərbi jurnalist və yaxud da hərbi mövzulara ardıcıl müraciət edən bir yazıcı adlandırmaq olar. Etibar Muradxanlıya mən bir neçə illər bundan öncə məsləhət gördüm ki, sənin madam ki bu mövzuya belə böyük marağın var, onda sən özünü bütövlükdə bu mövzuya həsr elə. Yəni, hərbi vətənpərvərlik mövzusu deyəndə, Qarabağ mövzusu deyəndə, müharibə mövzusu deyəndə, qoy ilk yada düşən sənin imzan olsun. Hər bir yazıçının məncə öz mövzu təyinatı olmalıdır. Yaxşı yazıcı odur ki, onun öz mövzusu var və mövzu təyinatı var. Məsələn, tutaq ki, biz Azərbaycan aşıq şeiri ənənələrini ədəbiyyata gətirən şair deyən kimi iki ad yada düşür dərhal. Molla Pənah Vaqif və Səməd Vurğun. Modern şeir, onun bünövrəsinin qoyulması deyən kimi Rəsul Rza yada düşür. Dərhal, ani olaraq. Və s. və l-axirə. Yəni, bu hər bir yazıçının, şairin tematikası olmalıdır. Etibar o yazıçılardandır ki, onun öz tematikası var, öz mövzusu var. İkincisi, Etibar düzdür, nəsr yazır. Amma buna baxmayaraq onun nəsr əsərləri şeir kimi oxunur. Çünki o yazdıqlarını bir temperamentlə yazır. Elə bir ki, uzun müddət düşünür və oturur qısa müddətə yazır, mənə elə gəlir ki. Bir nəfəsə yazır, şeiri yazan kimi yazır nəsri də. Onu belə hissələrə bölüm, müəyyən vaxt keçsin üstündən, belə olmur məncə. Olsa da hiss olunmur o Etibar məsələlərində. Bir nəfəsə oturur, yazır və ona görə bir nəfəsə də oxunur. Maqnit kimi çəkir oxucunu özünə. İlk cümlədən son cümləyə qədər, ta nöqtə qoyulana qədər səni oxumaq zorunda qoyur. Məsələn, bizim nasirlərimizdən İlyas Əfəndiyevdə mən bu xüsusiyyəti ən çox müşahidə eləmişəm. İlyas Əfəndiyevdə. İsa Muğannada, məsələn, onun saz tütək səsi əsərləri, Məşər romanı və s. bir nəfəsə oxuyursan, yarımçıq qoymaq istəmirsən. Buna Nasir stixiyası deyirlər. Şairin ilhamı olur, Nasirin də stixiyası olur. Elə Nasirlər var ki, onlar çox uzun müddətli düşüncələrə dalırlar yazanda, yarımçıq qoyurlar əsəri. Bir fəsli bu il, o birisi fəsli gələn yazırlar və onların oxunuşunu çətinləşdirir. İlin 5-ci fəsli romanında Şuşanın alınması prosesini döyüşün əvvəlindən axırına qədər bir süjetdə birləşdirdi və onu oxuyan adam tam təsəvvür əldə edir ki, döyüş necə baş veribdir? Hansı xətt üzrə inkişaf edibdir? Kim hardan hücuma keçib, hansı əskəri hissələr haranı tutub, hardan düşmənin mövqələrini yarıb və s. və döyüş necə başa çatıb?
tam bir təsəvvür yaradır. İkinci Etibarın həm ilin 5-ci fəsli romanı, həm də indi təqdimatını keçirdiyimiz Bayatı Araz romanı üçün bir şey səciyyəvidir ki, o döyüşə kənardan baxmır. Yəni, kənar müşahidəçi qismində döyüşü təsvir eləmir. Döyüşən bir əskər və yaxud da zabit kimi döyüş prosesinin birbaşa içindən kənara baxır. Döyüşün birbaşa içinə salır oxucunu da. Elə bilirsən ki, sən də döyüşürsən. Yəni, şəhid olanla bir yerdə şəhid olursan, qazi olanla bir yerdə qazi olursan, yaralananla bir yerdə yaralanırsan, müharibənin bütün dəhşətini oxucuya yaşada bilir. Məsələn, bunu ilk dəfə mən Etibarın Tələbə Taqımı romanını oxuyanda hiss elədim. Mənim yadımda güclü qaldı. Ona görə ki, o tələbələr ki, Etibar onların haqqında yazmışdı, mən onların hamısını demək olar tanıyırdım. Onlar məndən 3 kurs aşağıda oxuyurdular. Könüllü olaraq cəbhəyə getmişdilər və onların qəhrəmanlığından yazıb. Etibar özü də Qarabağ müharibəsi könüllüsü olub, o tələbə yoldaşları ilə bir yerdə, 1-ci Qarabağ müharibəsində. Və ona görə də mənim üçün xüsusilə də maraqlı idi ki, mənim dünənə qədər auditoriyada gördüyüm, universitetin zalınlarında, koridorlarında rastlaşdığım adamlar həm müharibə qəhrəmanlarıdır, həm də bədii əsər qəhrəmanlarıdır. Xüsusilə də onda onların müharibənin o dəhşətlərini, onların yaralanmağını o qədər gözəl, canlı təsvir eləmişdi ki, elə bilirdin ki, sən də onlardan bir yerdəsən. İndi konkret olaraq biz bugün təqdimatını keçirdiyimiz Bayatı Araz romanının üzərinə gəlsək, birinci kitabı ələ alan kimi oxucunun diqqətini cəlb edən onun adıdır. Bilirik ki, biz Bayatı Şiraz muğamı var da və Bayatı, tutaq ki, Bayatı adı ilə bağlı olan başqa muğamlar da var. Amma ilk dəfə olaraq bunu bizim yazılı ədəbiyyatımızda musiqi sahəsi yox, söz sənəti sahəsində gətirən və çox istedadla onu sərlöfəyə çıxardan Etibar olubdur. Həm də ona görə istedadla ki, Bayatı Şiraz sözü ilə Bayatı Araz sözü həm qafiyədir. Etibarın o fitri şairliyi, nasirliyinin arxasında gizlənən şairliyi burada da özünü göstərir. Araz və Şiraz sözlərinin həm qafiyələnməyində. Amma söhbət burada təkcə poeziya hadisəsi və söz oyunundan getmir. Bu həm qafiyələnməyin altında həm də dərin bir məna var. O məna bundan ibarətdir ki, Bayatı Şiraz muğamı bizim ən həzin, ən kədərli muğamlarımızdan biridir. Və bu Bayatı Araz romanında müharibəyə həsr olub. Müharibə lap zəfərlə bitsə belə yenə də kədər deməkdir. Çünki orada ölüm var, çünki orada itki var, çünki orada şəhadət var. Bütün qürur verici məqamları ilə bir yerdə orada kədər var, ayrılıq var həm də. Özdə elə-belə ayrılıq yox, ömürlük ayrılıq var. Əbədi ayrılıq var. Bizim də ölüm dünyasından bizim xəbərimiz yoxdur, qeyb aləmindən nə olacağını da heç kəs deyə bilməz. Ona görə də Bayatı Araz adı çox uğurla seçilibdir. Etibar birinci dəfə kitabı mənə göstərəndə dedim, necədir? Mən də zarafatla dedim, Etibar, elə bu kitabın adından istedad fışqırır artıq. Bunu görən adam artıq bunu oxumalıdır məncə. Bayatı Araz sözünü. İkincisi, Etibar burada yenə də öz müharibə tematikasında yazdığı ənəniyə sadiqdir. Yenə də oxucunu salır hadisələrin gür yerinə, müharibənin o dəhşətlərinin içərisindən keçirdir və Dövlət Sərhəd Xidmətinin əskər və zabitlərinin qəhrəmanlığından bəhs eləyir. Deməli, General Elçin Quliyev başda olmaqla və burada iki xətt gedir. Bir tərəfdən döyüş xətti gedir, bir tərəfdən də bu döyüş xəttini yazıya alan jurnalist Cavidan Şərifovun öz dəstəsi ilə bir yerdə o döyüş bölgələrində olmağı, hadisələri yazmağı öz əksini tapır. Amma bu kitab yalnız xronika deyil, tarixi xronikadan ibarət deyil. Belə getdilər, belə döyüşdülər, bunlar var, amma bunlarla qurtarmır. Müəllif vaxtaşırı olaraq sənətli roman janrının tələblərinə uyğun olaraq qəhrəmanların daxili aləmini əks etdirir. Sadəcə onların kənardan görünən qəhrəmanlığı yox, birbaşa onların içərisinə daxil olaraq onların psixologiyasını da verməyə çalışır. Məsələn, bu qəhrəmanlardan biri ağır yaralanır, onun adını unutmuşam, Etibar mənə kömək eləyəcək. Vüsal Sultanov. Kim? Vüsal Sultanov, hə. Vüsal Sultanov saniyələrini sayır. Hə, deyir, adam belə yaralananda 10 saniyə sonra ölür. Həmin o hər 9-cu saniyədən 1-ci saniyəyə qədər finala doğru getdikcə bütün dünya, aləm, həyatı, varlığı onun gözünün qabağından gəlir keçər. Ailəsi, övladı, uşağı. Və bilirsinizmi, o dar macalın içində qəhrəmanın ölüm qorxusu qarşısında keçirtdiyi o həyəcanı da, bütün o xatirələr gəlir, keçir onun gözünün qarşısından. Mikhailo haqqında filmdə yadınızdadır yəqin. Mikhailo ağır yaralanır, ölür artıq.
son saniyələrdə gözünün qarşısına gəlir. Təyyarənin pilləkənləri ilə enir, Anjelika ilə bir yerdə anası gəlir. Anası dərhal Anjelikanın başına bir Azərbaycanlı kəlayağası bağlayır. Yəni o həyata keçməmiş arzular bir saniyənin içərisində panorama kimi açılır. Bax, həmin metoddan, yəni psixologizm metodundan Etibar da burada istifadə edir. Özü bir səhnə yox, bir neçə səhnələrdə bu əsəri həm də bədiləşdirir və onu sənətli bədii roman adlandırmağa bizə haqq verir ki, bu əsər sənətli bədii roman janrında yazılıbdır. Mən sizin hamınızdan çox üzr istəyirəm ki, giriş sözümü bu qədər uzun elədim, amma mən bunu eləməyə bilməzdim. Çünki gözəl bir kitabdan danışıram və həm də çox qürurla danışıram, çünki bu kitabın müəllifi mənim 30 ildən artıq tanıdığım, çox əziz tələbəlik dostumdur, çox sədaqətli tələbə dostumdur. Sadəcə Etibar Muradxanlı və yazıçı deyil o mənim üçün. Mən hələ də Etibarı görəndə özüm o gözəl gənclik illərində, tələbəlik illərində universitet auditoriyalarında hiss eləyirəm. Elə bilirəm, gəzirəm universitet auditoriyalarında. Bizim çox hörmətli Nizami müəllim elə bilirəm indicə daxil olacaq auditoriya və o türkologiyadan, əsaslarından yenə də bizə Azərbaycan ədəbi dili tarixindən, Füzulidən, Vaqifdən, onların müqayisəli təhlilindən yenə də gözəl deməli mühazirələrini oxuyacaq. Etibar, səni ürəkdən təbrik edirəm hamının adından. Bütün dostların yığışıb bura, onların adından, burada olmayan dostlarının adından, sənin çoxsaylı oxucuların adından, yaxınların, əzizlərin adından səni təbrik edirəm. Ümid edirəm və arzu edirəm ki, Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə ədəbiyyatımız yolunda çəkdiyim bu zəhmətlər, fədakar zəhmətlər layiqincə qiymətləndiriləcək. Ustadımız akademik Nizami Cəfərova verir. Mən həmişə düşünürdüm ki, bu zəfərdən sonra bizimkilər nə yazacaqlar? Ədəbiyyat üçün başqa bir təhlükə əmələ gələrdi. Çünki zəfər də öz eyfariyasını yarada bilərdi və ədəbiyyat təntənələrə keçə bilərdi, ədəbiyyat şuarlara keçə bilərdi. İndi çox yaxşı ki, bayaq Əsəd çox onu gözəl dedi ki, kitabın adının bayatı Araz qoyulması, bu o deməkdir ki, yəni biz sadəcə olaraq o zəfərin ləzzətini almırıq. Həm də o zəfər qazanılana qədər çəkilən əziyyətlər, psixoloji gərginlik, ümumiyyətlə müharibə faciələri, həm bir xalqın səviyyəsində, həm də ayrı-ayrı insanların səviyyəsində. Bunlar yazıcını düşündürməlidir, yazıcını maraqlandırmalıdır. Çünki yazıcı bugün üçün yazmır. Dünəni də sadəcə tarixçi kimi təsvir eləmir, gələcək üçün yazır. O zaman deyirdilər ki, Allah türklərə bir də istiqlal himni yazmağa talihlərinə gətirməsin, məcbur eləməsin. Yəni biz bir də istiqlal himni yazmağa məcbur olmayaq. Niyə? Çünki istiqlalımızı itirməyək və onu yenidən qazanmaq üçün mübarizə aparmayaq ki, o bizdə yeni bir poeziya, hissiyatlar əmələ gətirsin. Ona görə də bax bu əsər, ümumiyyətlə, Etibarın bundan əvvəlki müharibəyə əsr olunmuş əsərləri də kifayət qədər ciddi ruhi sarsıntıların nəticəsi olaraq yazılıb. Yəni, hay-küylə, ya belə deyək ki, hansısa soyuq, mahiyyətcə soyuq, amma zahirən parıltılı, belə deyim, düşüncələrlə yazılmayıb. Yəni, dərk oluna yazılıb. Əqli dərk daha asandır, mənə elə belə gəlir. Çünki orada məntiqin soyuq qanunları işləyir. Amma hissi dərk, emosional dərk, bu olduqca mürəkkəbdir. Burada model yaratmaq çox çətindir. Bizim ədəbiyyatımızda müharibə ilə bağlı çox olmasa da hər halda, məsələn, konkret olaraq Şuşa ilə bağlı bir neçə yaxşı əsərlər yarandı. Yunus Oğuzun romanı yarandı, Cığır romanı, sonra Səyyad Aranın yaxşı bir romanı yarandı. Şuşanın deməli alınması ilə bağlı. Ondan qabaq Aqil Abbasın əsərləri vardı. Yəni bizdə tam bədii əsərlər çox olmasa da hər halda var kifayət qədər. Amma bizdə həmişə sənədli əsərlər çatışmır. Niyə? Çünki sənədli əsərlərdə yenə də əsərdə istinad eləyəcəm. Bir qayda olaraq müxtəlif vaxtlarda yazılır ayrı-ayrı hissələri və sxem qurula bilir. Amma bir də var ki,
müxtəlif vaxtlarda yazılsa da onun bir nəfəsə yazılmasını oxucu hiss eləsin. Yəni o zaman sənədli əsər roman adlandırılmağa da layiq olur. Mən ilk dəfə sənədli əsərin hələ lap gənc yaşlarında nə dərəcədə roman olduğunu, İsmail Şıxlının Cəbhə xatirələrini onun öz balaca bloknotlarından oxuyanda hiss eləmişəm. Çünki o cəbhədə müharibə dövründə yazılmışdı. Həm də o ayrı-ayrı hissələri onun çap olunmuşdu. Rəhmətli Sabir Əhmədli deyəsən onu məcbur eləmişdi ki, çap elətdirsin. Çünki İsmail müəllim elə xatirələr çap elətdirməyə meyilli deyildi. Yəni orada da görürdün, müxtəlif vaxtlarda, hətta gündəlik xarakterlidir. Amma bütöv oxunur. Niyə? Ona görə ki, o hadisələrin mahiyyətinə daxil olubdur. Bu cür əsərləri yazmaq indi etibar artıq onu bizim hamımızdan yaxşı bilir. Həm də ona görə çətindir ki, müharibənin öz terminologiyası var. Yəni hissiyatlarından başqa texniki terminologiyası var, hərbi terminologiyası var, xidmət terminologiyası var. Yəni onlar gərək yerində olsun. Özü də bugün ona görə o yerində olmalıdır ki, bizim qazilərimiz oxuyur bu əsəri. Bizim hərbiçilərimiz oxuyur. Onlar o işin içindədirlər və o terminologiya bələddirlər. Əgər o terminologiyada hər hansı bir sünilik, təxminilik olarsa, onlar onu qəbul edə bilməyəcəklər. Bax, bu mənada da etibarın işi baxdım, çox belə xeyli dərəcədə nətər deyim, belə peşəkar yazılmış bir işdir. Çünki illərlə işin içində olmaq nəticə itibarilə, indi mən demirəm ki, bu bir hərbiçinin yazdığı əsərdir, bu bir belə deyək, hərbi nizamnamədir və yaxud deyək ki, hər hansı bir hərbi təlimat kitabıdır. Burada hər şey, bütün terminologiya son dərəcədə anlayış dəqiqliyi ilə verilməlidir. Amma hər halda bədii ədəbiyyat özü də tələb eləyir ki, bədii olmayan anlayışlar da o lazımi dəqiqliklə geçsin. Araz məsələsinə gələndə, Araz bizim, belə deyim ki, faktik olaraq Qarabağ müharibələrində Araz iştirak eləməyib. Yəni bizə biraz uzaqdan görünür. Amma bizim hansısa bir müharibəmiz olacaq görünür ki, orada Araz iştirak eləyəcək. Və yaxud bəlkə də o müharibə çoxdan gedir, biz onu hiss eləmirik. Və bu mənada bayatı Araz həqiqətən mənalı səslənir və çox mənalı səslənir. Belə o dərəcədə mənalı səslənir ki, bunun o mənasının ən belə az həcmli hissəsini belə adam xatırlamağa qorxur. Çünki məsuliyyət hiss eləyir ki, burada nələr baş verə bilər, nə ola bilər. Ona görə də deyəsən birinci dəfə bunu sən gətirirsən, bizi ayıq salırsan ki, yəni bu müharibə bizim daxilimizdə gedir və bu Qarabağda elə əslində cənubla sərhəddə olan və bəlkə də bir sıra problemlərini həmin o sərhəd regionu tarix boyu olması ilə dırnaq arasında qazanmış bir hadisədir. Ona görə biz bunları bir-birindən ayırmağımız əlbəttə çətin. Mən təbrik edirəm məziz tələbəmi bu gözəl əsər münasibəti ilə. Bizim üçün Vətən müharibəsi 1941-1945-ci illər üzərində bu anlayış yaranıb, formalaşıb. Və indi biz bunu Qarabağ müharibəsinə aid elədik və çox da çətinlik çəkmədik. Yəni hiss olundu ki, o vətən anlayışı ilə yeni vətən anlayışı arasında biz assosiasiya yarada bildik. Müharibə hər iki halda təkrar olunsa da, bu müharibələrin biz təbii ki, fərqini də, bu vətənin fərqini də bilirik. Və bu fərqliliklərin özü də bir-birinə zidd deyil. Hər halda burada müəyyən bir, belə deyim, bir harmoniya var. Ona görə də, bax, bu əsərlər həm də bizə, bizim o tarixi yaddaşımız, keçmişimizlə gələcəyimizi əlaqələndirir, qarşılaşdırır və biz
biraz da belə deyim ki, tarix fövqündə düşünə bilirik bax bu cür əsərlərlə. Bir daha təbrik edirəm və arzu edirəm ki, daha gözəl, bundan da gözəl əsərlərin nəşr olunsun. Nizam müəllim, əvvəla işinizin bu qızğın vaxtında bura gəldiyinizə görə həm tədbirin aparıcısı kimi öz adımdan, həm də Etibarın dostu kimi sizə minnətdarlığımı bildirirəm. Onun orasını da deyim ki, Nizam müəllimin özünüz də hiss elədiniz, xəstədir. Amma buna baxmayaraq, həm kitabın şəhidlər mövzusu ilə bağlı olduğunu, həm də kitabın müəllifinin onun əziz tələbəsi Etibar Muradxanlı olduğunu biləndə, dedi səhhətimdə olan problemlərə baxmayaraq, İnşallah sabah gəlib mən o tədbirdə iştirak edəcəm və sözünü tutdu gəldi. Buna görə də məclisimizi şərəfləndirdi. Mən sizə çox minnətdaram Nizam müəllim, çox sağ olun. Bizim tədbirimizdə burada çox gözəl insanlar toplaşıb. Hər kəsin deyir dostun kimdir, deyim sən kimsən. Hər kəsin də özünə uyğun insanlar onun adətən kontingenti olur belə tədbirlərdə. Və o qədər gözəl insanlar var ki, burada hamısının çıxış etməyə haqqı var. Mən heç bilmirəm ki, kimə söz verim, kim qalsın. Buna görə də Etibarın bir insan kimi hörməti, nüfuzu, insanların olan sevgisi bir aparıcı kimi mənim işimi xeyli çətinləşdiribdir burada. Amma mən Qarabağ mövzusunda çox saylı hekayələr, povestlər, romanlar yazmış bizim əziz qələm dostumuz, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyliyə söz verəcəm. Əsəd çox geniş danışdı, Nizam müəllim də çox yüksək dəyər verdi. Doğrudan bu cür əsərləri yazmaq çox çətindir, çünki çoxlu araşdırma tələb edir. Və eyni zamanda belə bir şey var da, bir əsəri yazanda, xüsusən araşdırma əsərini yazanda, əgər konkret ideyanı müəyyən edə bilmirsənsə, onun içində itib batırsan və ipa-sapa düzə bilmirsən. Mən də əsər oxumamışam, ümid edirəm ki, sənətli olduğuna görə biraz işi asanlaşdırır. Sənət yəni, belə deyək də, ardıcıllıq gözlənilirsə, eyni zamanda sənətlərdən doğru istifadə edirsənsə, əsər mükəmməl bir, deyək ki, oxu predmetinə çevrilir. Təbii ki, yenə deyirəm, bu cür əsərlərin oxumaq da hazırlıqlı oxucu tələb eləyir, hövsələli oxucu tələb eləyir. Bu saat hal-hazırda Qarabağla bağlı çox əsərlər yazılır. Bəzən soruşanda mən deyirəm ki, Qarabağla bağlı əsərlərin hamısı bir mənalı deyil. Bəziləri bizə statistika üçün lazımdır. Bəziləri belə deyək ki, şəhidlərimizi xatirəsinə verilmiş yüksək, belə deyək, əbədi dəyər kimi vacibdir. Bəziləri bizim ədəbiyyat tariximiz üçün vacibdir və heç şübhəsiz ki, istənilən mövzuda yazılan əsərlərin hamısı ədəbiyyat tarixində qalmır. Mən ancaq ümid edirəm ki, Etibar bəyin bundan əvvəlki əsərləri kimi bu əsərlər də maraqlı və oxunaqlı olacaq və bizim ədəbiyyat tariximizdə öz yerini tutacaq. Təbrik edirəm. Əgər mənə desəydilər ki, müasir Azərbaycan ədəbiyyatının müstəqillik dövründə Azərbaycan ədəbiyyatının simasını təyin eləyən bir neçə adamın adını çək, mən tərəddüd eləmədən çəkdiyim o 3-4 adamın içərisində İlqar Fəhminin adı olardı. Və çox sevindiricidir ki, İlqarın da işinin gərginliyinə baxmayaraq İncəsənət Universitetindən dərsini yarımçıq qoyub gəlib bura. Mən ümumiyyətlə bu müharibədən sonra, elə müharibə gedə-gedə də, müharibədən sonra da ümumiyyətlə ədəbiyyatın işinin biraz çətinə düşdüyünü gördüm. Niyə? Həm ədəbiyyatın, həm kinonun. Çünki əvvəllər insanlar real müharibəni görmürdülər. İstər Böyük Vətən müharibəsi olsun, istər elə bu Birinci Qarabağ müharibəsi, Birinci Qarabağ müharibəsindən qırıq-qırıq kadrlardan başqa heç nə qalmayıb da bizə. Ona görə də yazıçılar öz təxəyyülündən bir çox şeyləri yaradırdılar, ya xatirələrdən filandan. Amma bu müharibədə bu audio-vizual, bunlar telefonların, smartfonların vasitəsilə az qala döyüşün özünün içinin kadrları da insanların içində yayılırdı və elə müharibə gedə-gedə artıq elə bir ki, xalq onu canlı seyr edirdi müharibəni. Və ondan sonraki ədəbiyyatında işi niyə çətinliyə düşdü? Çünki sənədli, real olaraq o müharibədə o qədər maraqlı hadisələr baş verdi, o qədər belə gözlənilməz, elə bir ki, bir yazıcı tərəfindən yazılmış bir hadisələr də, yəni amma reallıq idi. Yazıcı oturub fikirləşir ki, mən nə deyə bilərəm ki, bundan artıq olsun? Nə deyə bilərəm ki, bundan daha yaxşı olsun? Və mən düşünürəm ki, hələ bir
7-8 il, 10 ilə qədər bizim yazarların yaradıcılığında sənədlilik ön planda olacaq. Çünki bir var ki, sən ümumən qələbəni görürsən və onun içindəki şücaət epizodlarını özün uydurursan. Bu təxəyyül olaraq. Bir də var ki, sənə o qədər cürbəcür şücaət və fərqli şücaət epizodları gəlir ki, real baş verən hadisələr. Sən yazanda fikirləşirsən ki, bu da maraqlıdır, bunu da yazardım. Bu da maraqlıdır, bunu da yazardım. Və belə-belə o reallıq elə bir səni sıxır təxəyyülünü. Və o baxımdan ən düzgün yol, mən düşünürəm ki, hələ ki bir yaxın 10 il ərzində sənədlilikdir. Bədii sənədlilik. Yəni daha çox ön plana sənədliliyi çıxartmaq, real olan qəhrəmanlıqları, real olan hadisələri təqdim eləmək, onun ardıca artıq müəyyən mərhələdən sonra tam təxəyyülə keçmək olar ki, mən bugün şəhid ailələri ilə bağlı nə qədər faktlar var, gözəl faktlar var. Yəni baxırsan ki, bu elə özü ədəbiyyatdır. Hətta ədəbiyyatdan da bir pillə artıqdır. Müharibə ilə də bağlı mən bir xeyli yığmışdım özüm üçün, hətta bir kitab eləmək fikrim var onu. Müharibənin içindən sırf real hadisələr, eşitdiyimiz, bildiyimiz məqamlar ki, bunlar elə hekayə mövzusu olaraq bitkin bir hekayə, roman, povest materialdır. Və etibarım mənim ən çox sevdiyim əsəri, indi bu sonuncu kitabı oxumamışam, ən çox sevdiyim əsəri o Şuşa əməliyyatına həsr elədiyi romandır. Sənədi, bədii sənədli romandır və mən bir başqa material üzərində işləyirdik biz. Mən heç cür təsəvvür eləyə bilmirdim özüm üçün. Çünki müxtəlif materiallar oxuyurdum, o Şuşa əməliyyatı necə alınıb, necə gedib çıxıblar oraya. Yəni, sən bir şey yazmaq üçün gərək bunu təsəvvür eləyəsən ki, əməliyyat necə baş verib də. Elə şahidlərin müsahibələrinə də qulaq asırdım. Yenə də qırıq-qırıq detallar gəlirdi gözümün qabağına. Tam bitkin olaraq o əməliyyat necə gedib, o ilə bağlı bir material yox idi. Və internetdə çıxdı qabağıma özdə Etibar Muradxanın o Şuşa ilə bağlı romanı və deyim sizə ki, elə ilk səhifələrdən apardı məni və mən onu bütövlüklə internetdə oxudum. Heç səhv eləmirəmsə, onun kitab variantını mənə verməyib. Yoxsa veribsə də sonradan verib ondan sonra. Çünki mən onu internetdə oxudum və maraqlı nə gəldi mənə? Bir batalyonun fəaliyyətinin üzərindən bütün Şuşa əməliyyatının həm insan xarakterləri var, həm insan münasibətləri var, amma eyni zamanda həm də o müharibədəki o əməliyyatın bütün xırdalıqları ki, o necə baş verdi, addım-addım hansı yüksəkliyə aldılar, ondan sonra hara yaxınlaşdılar, Daşaltıda nə baş verdi, ondan yuxarı Şuşaya keçəndə necə bölündülər, neçə yerə. Yəni, tam olaraq mən elə bir ki, o hadisələrdə əvvəldən sona qədər iştirak elədim. Amma bədii formada da. Və artıq mənim gözümün qabağında tam olaraq o əməliyyat bütün xırdalıqlarına qədər canlandı və deyəcəm, bəlkə də yadınıza düşəcək, Sovet dövründə bir Ozerovun Osvobojdeniya epopeyası var idi film olaraq, bir silsilə filmlər idi. Orada bədii detallar da var idi, amma daha çox əməliyyatların gedişatını sanki elə bil tamaşaçılara izah edirdi ki, bu əməliyyat necə qurulub, necə planlaşdırılıb, necə həyata keçirilib. Bu çox maraqlı idi. Yəni sən canlı olaraq, real olaraq onu görürdün. Mən çox bəyəndim və düşündüm ki, bunu doğrudan da kəlmə-kəlmə hər o reallığa nəzər Elçin müəllim dediyi kimi çox çətindir, yəni o cür qurmaq ki, sən bir var ki, ümumi ideya var, təxəyyülə güc verirsən, özün istədiyin kimi yazırsan, gedir. Amma burada axı sən real əməliyyatı işıqlandırmalısan. Orada artıq sənin təxəyyüldən daha çox araşdırma ön plana çıxır və o kitabın da arxasında çox ağır bir araşdırma prosesi gəldi gözümün qabağına və mən təşəkkür edirəm ki, o ağır yükün altına Etibar girib və ümumiyyətlə onun yaradıcılığını mən sabah Elçin müəllim məruzə qeyd elədi. Orada nəsrlə, dramaturgiya ilə bağlı məruzəni mən eləyəcəm sabahki konferansda. Etibarın yazdığını da xüsusi qeyd eləmişəm orada. Çünki gələcəkdə sabah kimsə istəsə bilsin ki, tutalım, bu Şuşa necə alınıb, hətta mən artıq bir xeyli adam olub eləcək. Əməliyyatla bağlı söhbət edəndə deyirəm, bax, özünüzü dağa daşa salmayın. Gedin Etibar Muradxanın romanını oxuyun. Artıq siz biləcəksiniz ki, orada konkret adi insanlardan tutmuş, hətta o Şuşi kəndə gedib yolunu azıb bu tərəfə gəlib çıxan batalyonların fəaliyyəti, sonra xüsusi təyinatlarla o sıravi ordu hissələrinin kontaktı filan, bunlar hamısı orada elə gözəl şəkildə təqdim olunmuşdu ki, yenə deyirəm, adam özünü o əməliyyatların, hadisənin, o şərəfli hadisələrin içində hiss eləyirdi. Mən uğurlar arzulayıram və düşünürəm ki, bundan sonra da Etibarın yaradıcılığında həmin o ruslarda bir ifadə var, dastovernost. Biz sənədlilik deyirik, amma əslində sənədlilik deyil, o gerçəklik hissidirmi, nədirmi bilmirəm. Yəni bu həmişə aparıcı rolda olacaq. Çünki doğrudan da bizim xalqımız bu hadisələr vaxtı, elə ondan sonraki döyüşlərdə də elə şücaətlər göstərdi ki, mən şəxsən hesab edirəm ki, heç bir ədəbiyyat o reallıqdakı hadisələrə çata bilməz. Heç bir kino o reallıqda baş verən hadisələrin əzəmətini verə bilməz. Bir dəfə söhbət düşdü kinodan. Dedim, deyirik kino çəkəcəyik. Sənədli filmlər çoxdur. Çox çəkilir. Bədii azdır da müharibə ilə bağlı.
Deyirəm, bax, bir dənə gözünüzün qabağına gətirin də, tutalım, Polad Həşimovun anasının obrazını kim oynaya bilər? Hansı aktrisamız verə bilər o energetikanı bizə? Ya Poladın özünü, rəhmətli Polad Həşimovun özünü, ya obrisi qəhrəmanlarımız ki, bu həm müharibədə şəhid olanlar filan. Yəni o energetikalar ki, onların özündə var idi. Bir var ki, tamaşaçı onları görməyib, aktyor canlandırır və aktyor kimi qəbul edirsən. Bir də var, biz real görmüşük ya bunların hamısını. Yəni ona görə istənilən bir film olsa, istənilən bir aktyoru obrazı canlandırsa, biz deyəcəyik ki, ondan zəifdir. Amma o ədəbiyyatı əvəz eləyə bilər. Mən düşünürəm ki, Nizam müəllim indiki dövrdə biraz əvəz eləyə bilir. Çünki bu müharibədə yenə deyirəm, o qədər maraqlı hadisələr oldu. Mən öz payıma deyirəm onu. Baxıram ki, yəni bu real hadisədir. Bunu danışıblar, ya kimsə görüb, ya mən özüm şahid olmuşam. Amma bu sanki bir yazıcının uydurduğu bir dramaturji quruluşa da uyğun gələn bir hadisədir. Bir bədii tapıntıdır, bir detaldır. Yəni baxırsan ki, bunu mən oturub fikirləşib yazardım tutalım. Amma heç kim fikirləşmir. Mənə elə gəlir çoxum. Yəni mən bu müharibədə onun şahidi oldum ki, mən yenə deyirəm də bir kitab yığdım, o cür hadisələr ki, bu sanki yazıcı qələmindən çıxmış kimi görünür. Yəni material özü, reallıqda baş verən hadisənin özü sanki bizim elə bir ki, o 50-ci, 60-cı illərdə müharibə haqqında hekayələr vardı, yazıçılarımızın uydurduğu hadisələr. Sanki elə bil həmin hadisə reallıqda baş verirdi. Sovet vaxtı Azərbaycanın himnində deyilirdi, yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz. Komünizmin günəşi ilə nurlanacaq səhərimiz. Amma indi deyirik, yolumuz Turan yoludur. Atatürkdür rəhbərimiz, məsəl üçün. Və çox əlamətdar, xoş bir hadisədir ki, bugün bizim məclisimizdə Turan ellərinin bir nümayəndəsi iştirak edir. Deməli, Sayat Kamşiger. Onu da deyim ki, Sayat bəy bu yaxınlarda Qarabağ mövzusuna həsr elədiyi Qarabağ poemasını kitab şəklində dərc elətdirib, çoxdan dərc elətdirib, amma dünən onun təqdimatı olub, etibar səhv eləmirəm. Çox təəssüf edirəm Sayat bəy, mən iştirak edə bilmədim sizin təqdimatınızda üzürlü səbəbdən. Azərbaycana xoş gəlmisiniz. Bura sizin vətəninizdir. Bura Azərbaycan, Qazaxıstan birləşib olsunlar bir can. İndi isə qoy bizə ürək sözlərini desin. Çox hörmətli Sayat Kamşiger. Və deyim ki, deməli, Nadir Azəri buradadırmı? Nadir Azəri. Kimdir Nadir? Sizsiz, hə. Deməli, bundan sonra Nadir Azəri Sayat bəyə öz, deməli, rəhbərlik elədiyi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı şəbəkəsinin mükafatını təqdim edəcək. Buyursun. Sıqqöl festivalinde tanıştık. Biz bir odakta 7 gün durduk. Etibar Mırzaмен biz öte жақын бауыр болып кеттік. Содан бері мінекей мен қуаныштымын. Etibar Mırzaның Баяты Араз кітабының таныстырылымына келіп отырғаныма қуаныштымын. Құтты болсын. Мен Etibar Mırzaның жылдың 5-ші фасылы деген кітабын тәржіма етіп, ярымын бітірдім. Бұл жылда біз кітабының тақдиматын Алматыда яшар ойымыз бар. Бізде яш патриот оқушылардың лагерінде, университеттерде, мектептерде сол тақдиматқа Etibar Мұратханұлы келгенде біз осындай кездесулерді жасайтын ойымыз бар. Осы қуаныш құтты болсын. Etibar Мырза, сізге мықты денсаулық тілеймін. Басыңызға бақыт, айлеңізге амандық, береке тілеймін. Бізде Қазақстанда құрметті адамдарға мен үстінде тұрғандай қазақша шапан жабады. Алматыдан бізде тек қана жазушылардың, халық жазушылары, халық шайырлары киетін брендовый шапан алып келіп отырмыз сізге. Sayat bəy, əyləşməyin, indi sizə də mükafat veriləcək. Nadir Azəri Sayat bəyə mükafatını təqdim edir. Buyursun. Gəlin almışıq ya.
Çok sağ olun. Və mən arzu edirəm ki, Bayatı Arazçı da bir zamanlar gəlsin ki, biz onu görək Bayatı Arazçını Güneydə yazasın inşallah. Çox sağ olun. Böyük məmnuniyyətlə sözü bir şəxsə vermək istəyirəm ki, onun bəlkə də burada danışmaq haqqı bizim hamımızdan çoxdur. Çünki biz söz adamlarıyıq, qələm adamlarıyıq. O isə həm qələm adamıdır, həm də qılınc, tüfəng adamıdır. Yəni, həm də Qarabağ müharibəsi veteranıdır. Yəni, vətən haqqında yazdığı, dediyi sözlərin gerçəkliyini öz həyatına təhlükəyə atmaq hesabına praktik surətdə sübut eləmiş bir adamdır bu. Mən hətta belə hesab eləyirəm ki, bugün bəlkə də o şəxslər ki, söhbət əlbəttə kişilərdən gedir də, indi xanımların dəxli yoxdur bura. Qarabağ cəbhəsində olmayıbdılar. Onlar nə isə bəlkə də heç çıxış eləməyə haqları yoxdur onlar. Söz deməyə. Elə söz deyən oğlansan gedib Qarabağda sözünü deyəydin də. Onda qaçırdın oradan. Bəziləri var hətta qoyunlarını da doldururdular maşını o qaçqın rayonlarına. Qoyunları ilə bir yerdə qaçırdılar Beyləqana, Haramıya, malqaraları ilə. İndi hamısı dil pəhləvanı olublar. Hamısı vətənpərvər olub. Qarabağdan yazırlar. Döyüşlərdən yazırlar. 7 qardaşlar biri də əskərliyə getməyibdi. 2 oğlu var, hamısını saxlatdırıb pul verib. Şairdir. Amma şeir yazır. Anan ölsün, balan ölsün, ay vətən. Ələ çalan ölsün, ay vətən. Ağlayır tribunalarda. Və o adamlar həyasızlıq edib ədəbiyyatı da zəbt ediblər. Amma Qəni Camalzadə təvazökarlıq örnəyidir. Qəni Camalzadə sağlamlığını qurban veribdi vətən. Mən böyük məmnuniyyətlə sözü Qəni Camalzadəyə verirəm. Qarabağ müharibəsi veteranımıza, qazimizə. Ümumiyyətlə, müharibə haqqında yazmaq biraz çətin məsələ. Yaxşı yazmaq lap çətin məsələ. Müharibə biz öyrəşmişik ki, Sovet kinolarında, kitablarında alışdığımız kimi böyük, nəhəng bir ordunun, bizdə ordumuz çox kiçik ordu idi. Mən 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi deyə bilərəm ki, orada problemlər nədədir? Müharibə haqqında yazanda problem. Məsəl üçün, 1-ci Qarabağ müharibəsi haqqında yazanda, mən də haradasa bir 100 səhifəyəcən yazdım o romanı, sadəcə üzə çıxartmadım, başqa səbəblər var. Orada özümüzü borclu, özümüzü haradasa itirilmiş, haradasa unudulmuş hiss eləyirdik. Çünki o müharibədə biz öz istəyimizə nail ola bilməmişdik. Əgər yumşaq desək, bu cürdür. Və orada baş verən hadisələrin böyük bir əksəriyyəti ermənilər bu elə bir xalqdır ki, bunlar göz yaşı tökə-tökə, timsah kimi göz yaşı tökə-tökə ən mənfur işlərlə məşğul idilər. Və bunları ədəbiyyata gətirmək indi mümkündür. O vaxtları mən belə hesab elədim ki, bu mümkün deyil. Əlbəttə, 44 günlük müharibə haqqında sənədli romanı ortaya qoymaqla çox böyük nailiyyətlər əldə eləmək olar. Və hadisələrin içində olmaq biraz da bu romana güc verir. Mən tarixi roman kimi İki Aksarın Axırıncı Savaşı adında bir roman yazdım. Media dövrünə əhatə edən bir romandır. Bizim şanlı keçmişimiz, əgər biz özümüzü medialı sayırıqsa, şanlı keçmişimiz haqqında bir romandır. Orada məsəl üçün tarixi roman yazanda, ümumiyyətlə müharibə haqqında roman yazanda qarşına çıxan məsələləri həll eləmək lazımdır. Birincisi, məsəl üçün mən ox məsafəsini deyəndə bu ox məsafəsi nədir? Bunu qədim ox məsafəsini təyin eləməliydim. Bunun üçün də arxiv materialları, internetdə və ilə axırda bütün bu materialları götür-qoy eləməliydim ki, bu ox məsafəsi nə qədər ola bilər. Burada ox məsafəsini təyin eləyəndə artıq bilirdin ki, piyada harada dayanmalıdır, ağır piyadalar harada dayanmalıdır, atlı qoşun harada dayanmalıdır. Ancaq bir dənə bu faktın qarşısında bütün o nəhəng hadisələri izah eləmək artıq bir vəzifə kimi mümkün idi.
Onu təyin edəməyəndən sonra qatma qarışıq. Burada da, orduda da elədir. Bugünkü orduda da elədir. Eyni cür biz deyə bilərik ki, yəni bunun üçün də mütləq bu hadisələrin içində olan adam olmalıdır. Yəqin ki, bizim Etibar qardaşımız da bu hadisələrin içində olduğuna görə mən də oxuyacağam yəqin ki və təyin edəcəyəm ki, nə qədər o həqiqəti ortaya qoyub. Yəni hərbi həqiqəti, əlbəttə bədii həqiqət öz yerindədir. Mən böyük məmnuniyyətlə sözü 1-ci Qarabağ müharibəsi veteranı polkovnik Himayət Qubadova verir. Alqışlayaq gəlin Himayət müəllim birəkdən. Həsdi eləməyək. Mən Etibar müəllimi 30-35 il bundan qabaq tanıyıram. Döyüşlərin qızğın gedən vaxtı Tərtər istiqamətində. Xatırlayarsınız ki, o vaxt dövrlərdə 94-cü ilin əvvəllərinə, 94-cü ilin may ayının atəşkəsinə kimi, 12-sinə kimi Tərtər istiqamətində çox güclü döyüşlər gedirdi. Həddindən artıq mənfur düşmənlərimiz ermənilər 12 minə yaxın qoşunla Tərtər istiqamətinə hücuma keçib, məhz Tərtər rayonunu almaq idi onların məqsədi ki, Tərtər rayonunda 9 mayda, yəni o vaxtı Tərtər Mirbəşir gedildi, Mirbəşir rayonunda qələbə paradı keçirsinlər. Amma əfsuslar olsun ki, Allah ulu öndərimizi Heydər Əliyev rəhmət eləsin. Əfsuslar olsun ki, onlar məqsədinə çata bilmədilər ermənilər. Çünki bizim xalqımız həqiqətən də igid mərd xalqdır. Bayaq müəllim bir gözəl ifadə işlətdi. Dedi ki, ədəb ərkanımızı qoruyuruq, dajı yatanda bomba düşəndə. Biz o Tərtər rayonunda məhz xalqımızı gördük, biz əskərlər, bir zabitlər. Bizim gəlin bacılar, qardaşlarımız, atalarımız, babalarımız həyətdə raket artilleriyası düşəndə onlar evlərini tərk edib getmirdi. Gəlin bacılarımız bunlardan su götürüb gedirdi. Biz onlara baxıb arxaya baxanda özümüzdə qürur tutabırıq ki, bu xalq heç vaxt məğlub olmaz. Həmin dövrlərdən mən Etibar müəllimi tanıyıram. Çünki Etibar müəllim o çətin dövrdə bizlərlə çəkiliş aparırdı, bizləri xalqa tanıtdırırdı. Baxmayaraq ki, həyatları təhlükəsi qarşısında olmaq belə güllə yağış kimi, sel kimi axırdı cəmaatın başına. Amma Etibar müəllim bir oradaydı. Mən çox sevinirəm ki, bugün Etibar müəllimi kitab təqdim etmə mərasimidir. Ona uzun ömür, can sağlığı arzulayıram, həmçinin tədbir iştirakçılarına. Əgər məndən soruşsaydılar ki, Qarabağ müharibəsi mövzusu ilə bağlı bir neçə romanın adını çək, mən təbii Etibarın romanlarının adını çəkərdim. Burada bugün onun təqdimatı olduğu üçün demirəm, dostu olduğu üçün də demirəm. Görürsünüz, danışanların hamısı akademikindən tutmuş yazısına qədər, döyüşçüsünə qədər, həm yerlisinə qədər və dostuna qədər eyni hədəfə vururlar. Amma Qarabağ mövzusunda yazılmış bir roman var. İlqar dedi ki, doğrudanmı bu həyatda olubdu, yoxsa bunu yazıçı uydurub? Mən o romanı oxuyanda, təbii erməni vəhşilər vardı, hamımız eşitmişik, çoxumuz, bəzilərimiz görmüşük. Yəni, insan ağlı, insan təxəyyülü, insan fantaziyasının bütün sərhədlərini aşıb keçən bir vəhşiliklər gördüm orada. Və özümə dedim, doğrudanmı bunlar həqiqətdir? Məsələn, doğrudanmı Novruz bayramında əsir düşmüş Azərbaycanlı uşaqların, qadınların qarşısına deməli, qazanda başı kəsilmiş Azərbaycanlıları bişirib gətirib qoyublar, bu sizin Novruz plovunuzdur. Doğrudanmı yəni bunu insan törədə bilər? Mən bunu oxuyanda, məsələn, hamilə qadının qarnını yar, uşağını oradan çıxart. Doğrudanmı insan belə şeylər törədə bilər? Mən bu dəhşətləri çox hörmətli Nüşabə xanım Məmmədlinin Zəngolə romanında oxudum. Və hesab edirəm ki, o roman xarici dillərə çevrilib, dünyaya yayılmalıdır. Qoy görsünlər ki, Qarabağ adlı o müharibədə, hadisədə Azərbaycan xalqı nə qədər haqsız vəhşiliklərlə üzləşibdir, amansızlıqlarla üzləşibdir. Mən sözü Nüşabə xanıma verirəm. Etibar mənim dostumdur. Çox sevdiyim insandır. Amma dostluq bir tərəfə. Əgər Etibar bu əsərləri yazmasaydı,
Qarabağ mövzusuna müraciət eləməsəydi, ancaq dost kimi onu çox istəyərdim. Amma indi həm yazıcı kimi çox istəyirəm, həm vətənpərvər bir qəhrəman kimi çox istəyirəm. Bizim qəhrəman oğullarımız çoxdur. Ancaq mən çox təəssüflənirəm, milyon dəfə təəssüflənirəm ki, mən Qarabağ mövzusunda yazan yazıçıların siyahısına baxanda 150-yə çatmadı. Mənim 3000 yazıcısı olan Azərbaycanımda belə çıxır ki, 5% yazıbdı da 10% da yazmayıbdı. Bəs qalan bu 2850 nəfər yazıçımız, şairimiz sevinməyibdi bizim zəfərimizə. Niyə yazmayıblar? Amma elə deyil. Siyahını tutan mən belə düşünürəm ki, səhv tutubdu. Siyahını tutan oxumayıb əsərləri. Balaca yoldan çəli ilə keçən, kişinin ayağına dolaşa-dolaşa gedən uşaq da bir Qarabağ mahnısı oxuyub keçibdi zəfərimizdə. Mən nəyi demək istəyirəm? Mənim nəfəsim tıncıxır onu görəndə. Allaha yalvarıb, dönə-dönə yalvarmışam ki, ya Rəbbim, bu siyahı ermənilərin əlinə keçməsin. Onu əlində bayraq eləyərkən, nə Azərbaycan, heç bunlar sevinməyib. Bunun yazışları qəhrəmanlıqlarından yazmayıb. Bu bir belə bizim gözümüzü tökənir. Bunlar sevinməyib. Deyib ki, Qarabağ oğulların ki, biz nətər zəbt eləmişik ermənilərin məkanını. Nəysə, bu başqa şeydir. Mən Etibarın kitabını oxuyanda, həqiqi mənada hamısında oxudum Etibar. Oxuyandan sonra təzədən bir də çöndüm. Elə bil ki, heç özüm yazıcı deyiləm. Bir yazıçını oxuyuram. Az qala yazıcı olmaq istədim sənin kimi. Baxmayaraq ki, Əsəd müəllim çox tərif vurdum ha. Mən nəyi demək istəyirəm? Etibar ilk dəqiqadan oxucunu belə qulaqlayır, boğazlayır, salır kitabın içinə. Deyir, gəl, oxu. Nəyi? İlk növbədə deyir ki, biz kukuruznikləri qaldırmalıyıq. Bunu prezidentə məruzə eləyir. Elçin müəllim də yəqin ki. Buradan çox cəsarətlə deyir ki, Nəcməddin Sadıqov isə ağzın büzdü, elə bir baxışla baxdı ki, quyunun dibindən sanki baxırdı. Bilirsiniz, bu bənzətmə var, bənzətmə. Bənzətmənin özü artıq girir onların qılığına, onların içinə, onların kifinə ki, sən kimsən, mən kiməm. Etibarın o qədər gözəl adların yazır ki, bir dənə BMP yadımdadır. Çünki o faşistlərinkidir deyin. Onu tez baxırdım ki, hardan hücuma keçir, hardan gedir. Amma qalanların hamısının adını bu hərbi sursatların baş hərfləri ilə Kəmalə, Murad, Telman, KMT olacaq. Yadımda saxlayayım deyin. Səni təbrik edirəm. Qalanın mən telefonda sana danışacağım. Mən böyük məmnuniyyətlə gözəl şairəmiz, 1-ci Qarabağ müharibəsinin şəhidi, həyat yoldaşı, onun haqqında Bir igid var idi adlı Yusif haqqında bir poemada yazıb. Çox gözəl, müasir Azərbaycan poema janrının gözəl nümunələrindən biridir. Bu yaxınlarda yenə bir kitabı çıxmışdı, Bir gecəlik yuxu. Mən onun haqqında Arzu və Yusif Dastanı adlı bir yazı yazdım və ədəbiyyat qəzetində dərc etdirdim. Siz də çox sağ olun, hamınız. Yazını çox böyük razılıqla qarşıladınız, Facebook paylaşımlarından gördüm. Yəni, nadir hallarda hamı, ümumi səni istəyən də, istəməyən də yazını bu cür qarşılayır. O mənə görə deyildi, o şəhidə görə idi. Şəhidi olan bu hörmətinizə görə çox sağ olun. Buyurun Arzu xanım. Etibarla mənim dostluğumla çoxdandır. Hələ səhv eləmirəm, 20-25 il bundan qabaq mənim haqqımda qəşəng bir yazı da yazmışdı, qəzetdə dərc olunmuşdu. Təşəkkür edirəm Etibar. Və Etibar çox həm o hadisələri yaşayan biri kimin, həm də ki bu yazılarında, onsuz da bu yazını yazan o hadisəni yaşayıb, yazanda yaşayır. Amma nə bilim, bilmirəm necə deyim, doğrudan da bu hadisələri yaşamaq çox çətindir, ağırdır. Yaşayan adam üçün isə mən demək olar ki, heç vaxt televizorum yoxdur. Mənim heç vaxt evdə, harada gedirəm, orada televizoru söndürürlər ki, mənə görə olmasın. Baxa bilmirəm. Çünki mən baxıram, əsəri oxuyuram, bir də görsən, yarıda biraz oxuyuram, oxuya bilmirəm. Çünki baxıram, mənə zəif gəlir.
mən o qədər o hadisələr var ki, onları yaşamışam. O oxuduğum əsərdə mən onu tapa bilmirəm də. Belə mənə o əsər, bəlkə də o əsər 99% oxucu üçün çox ağır mövzudur, çətindir. Onu yaşayıb yazan yazıcı üçün də çox çətindir. Amma valla mən onu oxuyanda elə bilirəm ki, deyirəm ay yox, bəhanə hələ mənə gəlib çatmır. Bu hadisə. Valla etibar da bu ağır, düz çətindir. Bu mövzuları yazarkən o ağırlığı çiynində daşıyır. Hər birimiz bilirəm ki, bu vətən, bu Qarabağ mövzusunda bütün əl-qələm tutan hamı bu əsərlərə müraciət eləyir, yazırlar. Qələbə günü idi. Mənim də qaynanam dözmədi. Biraz tez ömrün bağışladı, getdi. Amma babaya, qaynata deyəndə biraz elə bir ki, baba deyirik biz ona. Mənim qızımın, bir balamın. Baba həmişə bizi elə, həm də ərköyün elədi də, məni də, elə qızımı da, bütün yaxınlarımız, qaynlarım, onların yoldaşları bizə ana oldular. Qələbə günü nə oldu, mənim qızımla paylaşırdı ki, Zübeydə harda qaldı, gəlsin, qələbə çalmışıq da, sevincini paylaşırdı. İndi bu Zübeydəni axtarır, bizdə mənə də demirlər, sən demə Zübeydə artıq ana olmaq üçün xəstəxanaya yerləşdirilibdir. Mənə də demirlər ki, bilirlər ki, bu dözülməzdir də mənim üçün. Birdən qaynım sevindiyindən girdi içəriyə, birdən qayıtdı ki, ata muştuluğumu ver, Zübeydə ana olub. Qələbə günü 10 idi o vaxtı, 10 noyabrdır. Muştuluğumu ver, Zübeydə artıq, babanın da ki, ömrünü bizə görə çəkib 90 yaşa qədər yaşadığı, kəsib uzatmışdı. Elə bunu demişdik, baba sevindiyindən bir də baxacaq, oturub kresloda elə belə nəfəsini dərdi gülür. Getmişik silkəlirik, ay baba dur, sənə nə oldu? Mənim yadımdan çıxdı ki, mənim nəvəm olubdu Qələbə günü. Bir də sən demə, baba sevindiyindən artıq dünyasını dəyişdi. Həm Qələbənin sevinci, çətindir, əsərləri oxuyanda da kövrəlirik. Amma görürsünüz, bu hadisələri yaşamaq, bu hadisələri qayıtmaq necə kövrək insanlar üçün ağır bir dərddir də. Nəysə, bunu yaşayan, bunu yaşayıb yazan qələm sahiblərinə də təşəkkür edirəm. Çox çətindir, amma həqiqətən bu əsərlərə müraciət etmək ağırdır. Bu yükü çiyinlərə almaq, daşımaq da etibar başda olmaqla bütün qələm adamlarına təşəkkürümü bildirirəm. Sağ olun. Bir şairə iştirak edir məclisimizdə. 40-dan çox kitabı var. Onun 20-sinə yaxını şəhidlər mövzusuna həsr olunubdur. Lələtəpə şəhidləri, Aprel şəhidləri, 1-ci Qarabağ müharibəsi şəhidləri. Onun bəlkə də ayağı dəyməyən bölgə, kənd, rayon yoxdur. Birbaşa bölgələrə gedir, şəhid ailələri ilə tanış olur, onlardan materiallar alır. Sonra onları kitablara, şeirlərə, poemalara, oçerklərə çevirir. Söhbətin əlbəttə Güləmail anadan getdiyini yəqin ki, siz bildiniz. Mən böyük məmnuniyyətlə sözü tanınmış şairəmiz Güləmail xanıma verirəm. Etibar Muradxanlı başda olmaqla hamınıza salam olsun. Salam olsun zabitlərimizə, əskərlərimizə, ordumuza salam olsun. Salam olsun Türk dünyasına, Turan ellərinə salam olsun. Salam olsun şəhidlərimizin ruhuna salam olsun. Mən bu kitabın adına baxanda Bayatı Araz deyəndə Qarabağın əvvəllərinə getdim. Qarabağa doldular, yandım ay haray yandım. Bizi oda saldılar, yandım ay haray yandım. Şuşa, Laçın odlanır, nənə saçın odlanır, Şam kəndi şamsız yanır. Yandım ay haray yandım. Həqiqətən də bu harayımıza qoşulan bütün Türk dünyasını alqışlayıram. Elə də bizim Sayad şair, publisist Sayadı alqışlayıram oğlumu. Ona görə ki, Qarabağ poeması yazdım 11-də, onun da təqdimatı. Və Bayatı Araz deyəndə, həqiqətən də mən nənələrimizin bayatısına getdim. Onların səsliyindən getdim mən. Axan göz yaşımı necə saxlayım? Bəxtimə yazılıb yaş doğulanda. Mənəm kürü yazan, arazı yazan, narazı yaşayan, narazı yazan, kəsmə göz yaşımı ey yazı yazan, bəxtimə yazılıb yaş doğulanda. Mən Güləmailəm ey pərverdigar, gözümdə göz yaşı ulduz tək yanar. Hərənin bir bəxti, bir yazısı bəxtimə yazılıb yaş doğulanda. Həqiqətən də Azərbaycanın dünyaya gələn günündən onun bəxtinə, o gözəlliyinə, o sərvətinə elə
yaş doğulubdur. Bildiyiniz kimi aprel döyüşlərinin 10 illiyidir və mən aprel döyüşlərinin 10 illiyi ilə bağlı 2 kitab yazmışam. Biri tarixin səhifələrindən, biri də qan yaddaşımızdan. Yenə də sizlərin, şəhidlərimizin məkanı cənnət olsun deyirəm. Aprel səhəri niyə görəsən? Bulutlar üstünə qondu durnalar. Torpağı ana tək bağrına basan bir şəhidi görüb dondu durnalar. Əlində qumbara tənhə şəhidi. Göydə ağlayırdı qərib durnalar. Ana tək, bacı tək saçını yolub. Lələyini sərib çöllərə durnalar. Yağış tək yağırdı gözlərindən yaş. Şəhidin nəşini yurdu sanki. Durnalar o səhər insan olmuşdu. Durnalar şəhidi duyurdu sanki. Belə görməmişdim heç durnaları. Getdiyi yoldan geriyə dönən. Bəyaz lələkləri qar kimi yağan, ağlaşa-ağlaşa dəhliyə dönən. Axırı düzülüb öz qatarına bir matəm havası çalıb getdilər. Cismini tapşırıq ana torpağa. Şəhidin ruhunu alıb getdilər. Gözlərim cüt bulaq dolduqca dolsun. Ölsəm də gözümü bağlamasınlar. Allahım qoy mənə nə olur olsun, şəhid analar ağlamasınlar. Bir ana qəlbinin fəryadı ilə düşmənin səhvini pozacağam mən, zəfər nəğməsini cıdır düzündə Durna Lələyi ilə yazacağam mən. O gün oldu ki, biz Durna Lələyi ilə bütün yazarlarımız Zəfərnamə 44 günlük vətən müharibəsində şəhidlərimizin qanı yerdə qalmadı və biz 44 günlük vətən müharibəsində zəfər çaldıq, qələbə qazandıq. Eşq olsun Azərbaycan xalqına, yaşasın. Müzəffər Ali Başkomandanımız başda olmaqla Azərbaycan xalqı, bütün Türk dünyası Turan elləri yaşasın. Arxam, hayanım olmaz, tabım, tabanım olmaz, olmasa canım olmaz. Ay mənim canım yaşa, Azərbaycanım yaşa. Yaşasın Azərbaycan xalqı, yaşasın Türk dünyası. Jalət Cəfərovaya söz verilir. Göz təvazökarcasına söz almaq istəmir. Halbuki müharibə ilə bağlı nə qədər yazıları var, çəkilişləri var. Etibarın yazılarında nəyi duymuşam? Hardasa təvəzzökardan uzaq da olsa deyim, 200-ə yaxın şəhid ailələri ilə, valideynləri ilə, əzizləri ilə, döyüş yoldaşları ilə söhbət eləmişəm, müsahibələr aparmışam. Onların danışığında ancaq səmimiyyət vardı, yəni başqa şey ola bilməz. Hardasa müharibənin heç səsini eşitməyənlər var, o sinələrinə orden medallar taxırlar, ay müharibə veteranıyam, ay müharibə jurnalistiyəm, nəyəm, yox. Həqiqi, o müharibənin içində olanlar, həm valideynləri, həm əzizləri, həm də vaxtı yazanlar. Bax, onların qoxusunu aldım səndən, Etibar. Yadında da yol gedirdik avtobusla. Sən danışdıqca xəbərin yox idi. Hərdən üzümü çevirirdim, pəncərəyə tərəf içimdə ağlayırdım. Bax, indi də kövrəldim. Sənin danışdıqların, yazdıqların o qədər sənə yaraşır ki, o sözlər sənə, sən sözlərə yaraşırsan. O sözlər sənə o qədər halaldır ki, anamın südü kimi. Mənim ən böyük arzum odur ki, bax, o mövzulardan elə sən yazasan. Sənin kimlər yazsın. Öpürəm, bağrıma basın. Mən böyük məmnuniyyətlə sözü hüquqşünas yazıçı Lətifə xanıma verirəm. Hər zaman içimdə bir Şuşa həsrəti var idi. İnanın, gəlirdim evdə oturub, göz yaşı tökürdüm ki, necə olur mən Avropanı qarış-qarış gəzim, dünyanın başqa ölkələrinə gedim, amma Şuşa kimi bir gözəl yerimizi görməyim. Bu barədə də 2010-cu ildə yazıb qoymuşdum arxivə ki, müharibə başlayır, Şuşa alınır, hətta o Şuşada beynəlxalq şahmat yarışı keçirilir və o yarışda da oğlum iştirak edir, mən də bir qonaq kimi ora dəvət olunuram. İnanın, sonradan kitabımı çıxartdım, orada var bu danışdıqlarım. 2022-ci ildə mən yazdıqlarım həyata keçdi, beynəlxalq yarış təşkil olundu. İlk dəfə Şuşaya 2022-ci ildə mən gedib oranı gördüm. Onu qeyd edim ki, müharibə başlayan zaman biz universitet bitirənlər hamı bilir ki, Sovetin dövründə bizə hərbi kafedra var idi, dərs keçirdilər. Hər birimizə hərbi bilet vermişdilər.
Mən dərhal evdən hərbi biletimi götürüb hərbi komissarlığa yaxınlaşdım və xahiş elədim ki, məni yazın, mən müharibəyə gedəcəm. Mənim hərbi biletim də var, hətta zvanyam da var. Mən Şuşa üçün ölməyə də hazıram. Düzdür, qeydiyyata aldılar, dedilər get gözlə. Çox təəssüflər hissi keçirdim ki, məni müharibəyə aparmadılar. Amma buna baxmayaraq bugün çox sevinirəm. Ona görə sevinirəm ki, bizim başımız dik, dilimiz bütün millətlərin qarşısında uzundur. Qoy indi Həcər xanım qalsın ayağa desin görək niyə ağlayır. Onu bu bayaqdan göz yaşları tökməyə vadar eləyənlər. Bu əsərin üzərində biz bir qrup çalışdıq dostlar. Əntiqə xanım, Etibar, mən, sonra Adilə xanım yığışdıq bir yerə ki, bunu çox sürətlə başa çatdıraq. Korrektanı mən elədim, Əntiqə xanım məsləhətçi və redaktor kimi, Aləm müəllim deyəsən yoxdur, gəlməyib də, hə? Bizim çünki Bursa səfərimiz var idi, təcili əsəri istəyirdik ki, tez qutarsın və Etibar da onu ki, nəyə deyirin, hansı hadisəyə görə istəyirin ki, tez şey eləsin, bitsin. Hə, noyabrın onu, qələbə gününə çatdırmaq istəyirdi. Demək, əsərin yazılması çox çətində prosesdən keçib. Mən bilirəm, Etibar həmin əsəri yazmaq üçün çox yerlərə səfər elədi. Hələ bir dəfə də Qazağa getmək istəyirdi. Orada bizim Qazaq sərhəd bölməsinin rəhbəri var, Misir Əliyev, general. Onu mən saxlayıb böyütmüşəm. Hə, ora getdilər Aləm müəllimlə, orada da məlumatları aldı. Sonra Müdafiə Nazirliyinə təqdim olunubdu əsər. Müdafiə Nazirliyi oxuyub rəy verəndən sonra əsərin nəşrinə icazə verdilər. Çox mükəmməl, gözəl bir əsərdir. Mən əsərin haqqında çox geniş danışmaq istəmirəm. Hər biriniz yəqin ki, oxuyacaqsınız. Mən məsləhət görürəm ki, oxuyun. Bu əsər Azərbaycan hərb sənətində deməli, hərbi xronologiya ən yaxşı misaldır. Çünki həm də sərhəd döyüşlərinin, bütün döyüşlərini yox, sərhəd döyüşlərinin 130 kilometrlik sərhəd döyüşlərinin xronologiyasıdır. Orada bir gün yoxdur ki, oradakı hadisələr orada qələmə alınmasın, iştirak edənlər. Bir də bir maraqlı bir şey var, Əsəd müəllim. Deməli, Etibarın publisistik qələmi onun bədii təxəyyülünə çox güclüdür. Ona görə də əsərin deməli o publisistikası bədii hissəni kölgədə qoyur. Çox gözəl bir şeydir, maraqlı bir şeydir bu. Elə bir publistikanı oxuyursan, hadisələr gərgin, ondan sonra döyüşlər, nə bilim yaralananlar, adam başında bayaqları kimi yoldaşlardan danışdılar. O səslər gəlir adamın qulağına. Hücumlar, nə bilim tankların atəşləri, sonra hərbi planlar və s. Sonra bədii hissəyə keçəndə baxırsan ki, burada artıq elə bir ayrı bir adamın qələmi var burada. Çox maraqlı, qəribə bir əsərdir. Təbrik edirəm abi sizi. Yeni uğurlarınızın şahidi olaq. Mən böyük məmnuniyyətlə sözü deməli Əli Rza Xələfliyə verirəm. Biraz bu müharibə məsələsini mən də bilirəm, Etibar. Çünki bütün Qarabağ, 1-ci Qarabağ müharibəsində Zəngilan, Cəbrayıl, Qubadlı və Hadrut zonasında olan bütün əməliyyatlarda iştirak eləmişəm. Ölümün adamın yanından necə keçib getməyin öz gözlərimlə görmüşəm, özü dəfələrlə. İkinci Qarabağ müharibəsində isə ailə üzvlərimin oğul adlanan övladlarının hamısı iştirak edib. Böyük oğlumun 2 övladı var, 2 oğlu. Onun ikisi də müharibə qəhrəmanıdır. Müharibənin hər gününü bayaq Nizami müəllim çox xarakterik bir misal gətirdi ki, dedi Hana İsrafil, anadan soruşan deyir Hana İsrafil. Bütün analar istəyirlər ki, vətən də qorunsun, amma oğlu da sağ qalsın. Bax, bu məsələdə müvazinətin pozulmaması üçün yazıcı öz imkanını və istedad imkanını, ən başıcası özünü ifadə imkanını sərf eləməlidir ki, bu tarazlığın pozulmasına yol verməsin. Cəmiyyətin düşüncəsində, cəmiyyətin mənəvi mühitində. İndi sənin kitabını mən əlbəttə, bəlkə də az oxuyan adamlardan biriyəm. Ancaq o qədər məsələlər, mən bu kitab haqqında yazacağım, yazı gedəcək. Və kitab haqqında əgər təfərrüatını biraz geniş danışsam, o yazı çox zəif alınacaq. Mən istəyirəm ki, bu məsələlər, bu kitabla bağlı nələri ki yazacağım, onları deməyim. Amma nələri ki yazmayacağım, onları nə vaxtsa yazmışam, məxsus sənin üçün, sənin yaradıcılığından danışanda yazmışam. Etibarın, bəlkə də Etibarın bu əsərləri bugünə qədər çap olunan, o cümlədən bax bu əsəridir. Onun gələcək və dünya düşüncəsinə uyğun
müharibəyə sözlə, müharibəyə qarşı necə çıxmaq olar? Yazacağı o əsərin proloqudur. Bu əsərlər mənəvi nə qədər qiymətlidir, nə qədər dəyərlidir, nə qədər ayrı-ayrı epizodlar, nə qədər örnək timsallıdır. Məsələn, əsərin bir yerində general-leytenant öz polkovnikə deyəsən yaralanmışsan, deyir ki, elə bir general, elə bir qorxu, təhlükə yoxdur. Məsələn, bu gələcək zabitlər üçün, gələcək əskərlər üçün elə bir səhnədir ki, elə bir görkdür ki, bu təsvir əlbəttə sənin təsvirlərin çox dəyərlidir, necə, əskər hansı vəziyyətdədir, bunların hamısı aydındır. Buradakı da hamısı qələm adamlardır, ona görə çox təfərrüata getmək istəmirəm. Əzim, bax, onun özü hərbi forma geymiş olan, burada hərbi formada olan yüksək rütbəli zabitlər var. O mühit üçün bir dərsdir. Bəlkə də həmin epizodu ali hərbi məktəblərdə götürüb ayrıca bir, belə necə edirlər, dərsliyin içərisinə bir nümunə kimi salmaq olar. Mən Cəbrayıldan gəldim. Hansı birimiz üçün asandır? Bir dostumuzun kitabının təqdimatına 360 kilometrik məsafəni keçib gələsən. Amma ona görə gəldim ki, bu əsərdə məxsus olaraq Cəbrayılın azadlığı uğrunda döyüşən qəhrəmanlardan söhbət gedir. Araz qırağından keçib gedən qəhrəmanlardan söhbət gedir. Mən Arazın sahilində, Xudafərin körpüsünün yanında doğulmuşam. Xudafərin körpüsünün böyründə, o televiziyada görürsünüz, xaraba evlər var ha. Bax, o mənim anamın kəndidir. Oradan da bir 3 kilometr aşağı Araz qırağında Xələbir kəndi, o da mənim ata kəndidir. Yəni, demək istəyirəm ki, o yeri, o yurdu, onun hamısını mən əla bilirəm. Və özümə borç bildim ki, sənin bu yazı zəhmətinin əvəzində mən bu yolu keçim bu yaşımda, bu səhhətlə keçim gəlim və bura sana öz təəssüratımı bölüşüm səndə. Əzizim, can sağlığı arzulayıram. Buyursun Ağa Cövhər müəllim. Hər şey gözəl və yüksək səviyyədə. Qonağımız da Orta Asiyadan gələn, bizim Qazaxıstandan gələn qardaşımızı da salamlayıram, qonağımızı. Xoş gəlib o da Azərbaycana və bu tədbirə. Etibar haqqında, Etibarın kitabını mən Apostrof A nəşriyyatı var. Həmin nəşriyyatda çap olunanda mən Etibarı bir neçə dəfə həmin nəşriyyatda gördüm və gördüm ki, Etibar çox narahatdır. Soruşdum ki, məsələ nə yerdədir? Sonra məlum oldu ki, burada kitabı çıxır. Sonra da qısa söhbətimizdə məlum oldu ki, Etibar 3 ildir, 4 ildir elə bu kitabın üstündə əlləşir, işləyir və Etibarın bir gözəlliyini mən orada müşahidə elədim ki, o kitab artıq orada çap olunurdu. Mən fikir verirdim ki, çünki mənim də ara sıra o həmin nəşriyyatı işin mətbəyə işin düşürdü. Etibar çox diqqətlə o deməli o kompüterdə işləyən qadın ki, yazı yazırdı, birdən qayıdırdı ki, falan şey falan görürlər. Orada da redaktə eləyirdi. Yəni bu çox belə nadir bir hadisədir. Görünür. İndi yazıcı əbədi yazıçılıq bir peşədir də. Yəni bu Etibarın boyuna biçilmiş bir peşədir. Etibar hər dəm öz cümləsini redaktə eləməyi bacarırdı və o cümləyə təkrar qayda və redaktə işində görürdü. Mən onu da gördüm orada və çox xoşuma gəldi. Özünə düz bir söz demədim. Mən Etibarın bu romanını mən də oradan-buradan oxumuşam, amma tam oxumamışam. Amma əvvəlki əsərlərin hamısını oxumuşam. O ilin 5-ci fəsli, bir 15 il bundan əvvəl mən də bir kitab buraxmışdım. Məhəbbət fəsli. Deməli, bu kitab mənim kitabım deyildi. İslam ölkələri şairlərinin şeirlərindən ibarət, nümunələrindən ibarət bir kitab idi. Onu Mədəniyyət Nazirliyi buraxdı. Yəni belə bir kitab. Eyni zamanda Etibarın demək olar ki, o 4 kitabın 4-ünü də mən oxumuşam və haqqında məqalə də yazmışam. Bunlar da öz yerində. Etibarın bu yeni əsərində ən böyük kəşflərindən biri də özünün o hadisələrin içində iştirak eləməyi birbaşa, eyni zamanda sərhəd boyunca 132 kilometr bir ərazidir Azərbaycanın İranla sərhəd boyu və o həmin deməli sərhəd boyunca Etibar elə bil ki, bir o kəndlərin, o yerlərin, o təpəliklərin,
o dağların, o çayların, o xırda dərələrin hətta adlarına qədər bələdi və onun əsərlərində biz onlara rast gəlirik. O yüksəkliklərin adlarına rast gəlirik. Və bu çox belə böyük bir müşahidə nəticəsində yaranan bir şeydir. Bu elə belə deyil. Mən elə bilirəm ki, etibar nə qədər güclü müşahidə, nə qədər güclü enerji sərfili bu əsəri ortaya gətirib. Və bir də ki, indi mən etibarla biz yaxın kəndlərdənik, Lerikin və mən Etibargilin ailəsinə bələdəm, elə Əsəd müəllim də çox doğru qeyd elədi ki, biz keçən dəfə bir yerdə Lerikə gedəndə hətta getdik Etibarın qardaşı oğlu, o müharibə qəhrəmanı, 44 günlük müharibənin qəhrəmanı Əli Qismət Yaqublu'nun məzarını orada ziyarət elədik, o qəbir üstə. Eyni zamanda evlərində Mükafat müəllimin jurnalist dostumuz onun qonağı oldu. Və eyni zamanda mən hiss edirəm ki, müharibə mövzusu Etibarın canına, qanına hopub. Ona görə ki, bu ailənin özünün bioqrafiyasından keçib bu mövzu. Çünki ailənin içində keçib. Bir ailənin əgər 4 üzvü bu müharibədə iştirak edibsə, Etibarın özü, oğlu Cavid, Əli Qismət həlak oldu, qardaşı oğlu, o biri qardaşı qazidir. Yəni bunlar hamısı müharibədə iştirak ediblər əvvəldən axıra qədər. Deməli, həqiqətən çox belə yurdsevər, mərd bir ailə, ailənin əlbəttə yitirdiyi bir övlad da bu cür olmalıdır. Mən təbrik edirəm, uğurlar diləyirəm. Var olun. Bizim tədbirimizdə bir nəfər iştirak edir. O, deməli, uşaq ikən, 3 yaşı olanda təxminən, erməni zülmündən bunların ailəsi qaçırmış və onun gözünün qarşısında ermənilər bunları yolda yaxalayıb öldürmək istəyirlərmiş. Anası, bacısı, özü körpəymişlər. Nəysə bir erməni qadını müdaxilə eləyib. İndi baxma, qadınlarda biraz mərhəmət hissi daha çoxdur və qoymayıb ki, erməni kişisi güllələsin bunları. Necə bu Allahın işidir, əlbəttə o qadının qəlbinə mərhəmət salıb. Hə. Onun qəlbinə mərhəmət salıb Allah, o qadının. Bu mərhəmət vasitəsilə bugün Şamil bizim məclisimizdə iştirak edir, Allahın mərhəməti sayəsində. Şamil üzdən bəlkə də çox belə xoşbəxt görünür. Amma mən bilirəm ki, o 3 yaşında aldığı o travmanı bəlkə də ömrün axırına qədər onun hafizəsindən silinməyəcək. Yəni, müharibə hərənin həyatına, taleyinə, yaddaşına, hafizəsinə bir cür daxil olubdur. Şamil, buyur əzizim. Mən sizə özlərini təşəkkürümü bildirəm ki, belə bir mötəbər tədbirə dəvət edibsiniz. Virtual olaraq tanıdığımız Etibar müəllimi tanıdıq. İnşallah kitabını oxuyacağıq. Müharibə mövzusunda yazmaq təbii ki, 2 cür yazan var. Bir, nəyəsə xatir yazanlar. Bir də var onu ruhuna, iliyinə qədər hiss edib yazanlar. Onu yaşayaraq yazanlar. 3 yaşımda Göyçə mahalından deportasiya olunduq. Sonra dayımoğlu 20 yaşında 44 günlük savaşda şəhid oldu və çalışdım ki, məndə o dövrlərin sanki müharibənin içindəymiş kimi Yaşamayan ömürlər əsərini yazaq. Elə bir roman yazdıq. Dəyərli Əsəd müəllim tədbirdə çox möhtəşəm çıxış elədi. Yaşamayan ömürlərdə şəhidlərimizin həyatı ilə bağlı idi. Ümumiləşmiş bir obrazlar var idi, yəni bir obraz yox. Çox çətindir ona görə ki, bədii təxəyyülə əsaslanan bədii əsərlər yazılır və hardasa bu asanda o mənadakı oturub düşünürsən, bəzən də düşündüyün yox, sonradan yazı prosesində düşündüklərini yazırsan, hətta ağlına gələnləri yazırsan. Amma sənətli roman yazmaq, tarixi dəqiqliyi gözləmək, müharibənin təbii ki, o xronoloji ardıcıllıqla getməsi, orada insan faktını, orada insanların, çünki tanış hadisədir, dünən baş vermiş bir hadisədir. Bunları yazmaq doğrudan da məharət tələb edir. Etibar müəllimə sizə öz dərin təşəkkürümü bildirirəm. Uğurlar olsun bütün işlərinizdə. Bugün dəyərli zabitimiz iştirak edir. Mən istərdim ki, bu da bir gündür. Doğmalardır zaten. Qələm adamları hamımız bir-birimizin doğması sayılır. Çünki ruhən doğmayıq. Hər birimizlə belə Facebook dostuyuq. Bəlkə də ilk dəfə də gördüklərim dostlarımız var. İstəyirəm Əsəd müəllim, sizə minnətdaram. Çox dolğun bir tədbir aparırsınız. Həzər xanım demiş, hamının demək istədiyi sözlər deyirsiniz. Bunun üçün mən sizə üzərin təşəkkürümü bildirirəm. Tez-tez görək, gözəl günlərdə görüşək. Hər birimiz qələm adamıyıq, hər birimizə
uğurlar arzu edirəm. Hər birimizin kitab təqdimatlarımızda görüşək. Hər birimizə can sağlığı, növbəti gözəl günlərdə görüşmək ümidi ilə. Etibar müəllim, bir daha uğurlar olsun, var olasınız. Çox təşəkkür. Kitabın hazırlanmasında zəhməti keçənlər arasında deməli Əntiqə xanım qonağın xüsusi rolu var. Hərbi jurnalistdir Əntiqə xanım. Cəbhə bölgələrində olub, yazıb, yaradıb. Polkovnikdir və əməkdar jurnalistdir. Əməkdar jurnalist. Hər bir insanın adı onun taleyini və öz xarakterini büruzə verir. Mən çox danışmayacağam, amma bir kəlmə demək istəyirəm ki, bu əsər sərhəd qoşunlarının bütün keçdiyi yolu işıqlandırır. Çox təəssüf eləyirəm ki, burada sərhəd qoşunlarından bir nəfər nümayəndə yoxdur. Çox təəssüf eləyirəm. Bunu mən Onlar qoruyurlar bizi. Tədbirimiz İnşallah. İnşallah. İnşallah ki elədir. Və bir dənə də pərdə arxası, o səhnədə görünənlər var və səhnənin arxasında görünən və aktyor danışarkən, çaşarkən ona kömək eləyən nüanslar da var. Yəni bu cəhətdən deyirəm ki, özüm bu yolda olduğum üçün öz kitablarımın ən əvvəl onu deyirəm ki, mənim 3 cildliyimdəki qəhrəmanları mən neçəsini gördüm Etibarın bu romanında. Çox sevindim. 38 yaşında general olmuş bir nəfərin generalımızın mən həyatını gördüm orada. Amma ki, nə demək istəyirdim? Etibar yaxşı yazıcıdır, Etibar yaxşı yazır, Etibar sənədli yazır, Etibar döyüşüb, Etibar zəhmətkeşdir, Etibar hər şeydir və Etibar olmayan şeyi ortaya qoyan bir adamdır. Mənə elə gəlir ki, biz dostları necə əl-ələ verdik, Türkiyənin aeroportda oxuyurduq da, Adilə, sən, mən, hamımız oxuyurduq bu əsəri ki, səhvsiz olsun, Etibara biraz çiyin verə bilək. Amma bu əsər hər evdə olmalı bir əsərdir, mənim bu subyektiv fikrimdir. Hər bir ana ürəklə bunu qızına cehiz verə biləsi bir əsərdir. Bir də bizim Ayaz Arabaçının bir gözəl Natiq haqqında kitabı vardı. O da onun kimi, yəni cehiz veriləsi və dostlar çalışaq bunu təbliğ edək və bu kitabın satılmasına, alınmasına Etibara çiyin verə bilək. Məclisimizin sonunda coşqun əhval-ruhiyyə yaratmaq üçün sözü öz coşqun, amma qısa çıxışları ilə tanınan Elmira xanım Aslanlı Turanxanlıya verəcəm. Qadın olaraq mən də 4 il köşkün ilinəcən mən də onlarla barabar yeməklərimi bişmişəm, arxalarınca getmişəm, qırat düşüb, neçə yerdən yaralanmışam. Bu başqa məsələ, o mövzu. Amma Etibarı mən tanımadan Etibar gelin qapısında olmuşam. Qardaşı oğlu şəhid olub. Mən Leriyə getmişdim, Allah rəhmət eləsin önlərinizi, Qudamın üçünə. Çıxdıq, orada bir yer var, oraya ayrı maşın düşmür, o azdan başqa. Biz maşını qoymuşuq qardaşı Mükafat gelin qapısına, mən də bilmirəm, tanımıram Mükafatda. Heç bilmirəm oğlu şəhiddir. Düşmüş yaşağa, çıxanda gözüm aldı ki, gördüm Mükafatın oğlunun, Əl-Qismətin, şəhid Əl-Qismətin ruhuna qurban olum. Şəkillərini düzüblər. Bunu çəkdim, kürəkən maşından getmişdik. Dedi, ay Elmir, mama, niyə iş görürsən? Dedim, sən danışmaya dayan. Mən eşitmişəm ki, bu 2 saat uşağın alınmağına qalmış şəhid olub. Mən bundan yazmalıyım. Gəldim, yazdım, paylaşma eləyəndə Mükafat Maat dostluq adlı atası. Mən bu yollarda tanımışam Etibarı. Etibar doğrudan da Etibarlı oğlandı. Ağır sumkalıların sumkasına kömək eləyib. Etibarın o kitabın adını yazmışdı. O adam mən bir dənə şəhid anaların Nur adı, Nurdan yaranan qoymuşam. Onu deyim, özüm də 17 kitabım şəhidləndir. Bir danışdınız, çoxu yazır yalanlar, eləyir, adını çəkmirlər. Bilirsən, bu yazıçılarda da indi tərəfli olubdur, belə. Siz özünüz bir yol dediniz, ha. Yazmayanları ortaya gətirirlər, yazanları gizləyirlər. Qoy onu deyim, o yazdığı kitabı şəhid haqqında, qazi haqqında yazır. Onları doğan ananı mən Nurdan yaratmışam. O şey, özümdə səhər gələndə yazmışam yolda bunu. İşıq yandırdınız yurtda şəhidlər. Məşələ döndünüz torpaq üstündə. Çılçıraq oldunuz yurtda şəhidlər. Nurdan yarandınız ölməz şəhidlər. Sizinlə ucaldı 3 rəng bayraqlar.
Qövsü quzey oldu göydə bayraqlar. Vətən torpağına sipər oldunuz. Nurdan yarandınız, ölməz şəhidlər. Neçə şəhidlərin izi düzlərdə, gəzib oxşayıram qanlı izlərdə. Siz laylay dediniz silah dilində. Nurdan yarandınız, ölməz şəhidlər. Hələ alınmayan torpağın qalıb, Göyçə ətrafında yurt yerin qalıb. Elmirayam, mənim söz misram qalıb. Nurdan yarandınız, ölməz şəhidlər. Nurdan yarandınız, ölməz şəhidlər. Əziz qardaşımız və gözəl şairimiz İlqar Türkoğlu'ya söz verəcəm. Bugün Azərbaycan insanı müharibəni bu qədər sevə-sevə, o müharibə, o odalovu bu qədər sevə-sevə tərənnüm eləyə bilir. Baxın, bütün ulusu ayaqda tutan o müharibələrdir, o döyüşlərdir. Bugün xanımlarımız burada, indi çoxları gender bərabərliyindən danışırlar. Xanımlarımız, o övladları, o ərənləri də elə o xanımlarımız tərbiyə elədi, o döyüş meydanlarına uğurladı. Bu yaxınlarda epizodik olaraq Lətifə xanımın qızlar haqqında qələm aldığı bir əsərdən də epizodik olaraq tanış olmuşam. Uğurlar diləyirəm. Əslində Fyodor Dostoyevski də müharibəni təbliğ eləyirdi. Düzdür, onun üçün xüsusi bir əsər həsr eləməmişdi. Ona yazıçının xatirələri kitabında o müharibəni çox təbliğ eləyir. Yəni bu mənada biz müharibədən qorxmadığımız üçün o övladlar, o ərənlər ön cəbhəyə atıldılar və layiqli qələbə çaldılar və bu qələbəni, bu döyüşləri tərənnüm eləyən, qələmə alan Etibar qardaşımıza da bir daha öz təşəkkürlərimi sunuram. Gələcək yaradıcılığında uğurlar diləyirəm. Yəni çoxunuzun vaxtınızı almaq istəmirəm. Bir daha təbrik edirəm. Əziz Bala Mirzə, xahiş edirik, burada iştirak edənlər adından, bütün yazıçılarımız qələm əhli adından, Etibarın da adından, Elçin müəllim başda olmaqla sərhəd xidməti deməli heyətinin rəhbərliyinə və üzvlərinə bizim sonsuz minnətdarlığımızı və sayğılarımızı çatdırasınız. Onların orada ayıq-sayıq dayanmağı bizim burada rahat əyləşməyimiz naminədir. Eşq olsun, yaşasın Elçin Quliyev başda olmaqla Azərbaycan Sərhəd Xidməti heyətinin bütün üzvləri. Buyurun, biz sizi dinləyirik. Ən çox danışmağa haqqı olanlardan biri də sizsiniz, bəli. Əsərin yeganə adamsınız ki, kitabın qəhrəmanısınız, həm də məclis tədbirimizin canlı, yəni, buyur. Minnətdaram, çox sağ olun dəvətə görə. Kitabı təəssüf ki, hələ ki oxumamışam. İnşallah bugün kitabı əldə edib və əlbəttə ki, onu dərindən oxuyacağam. Bəli, dəfələrlə oxuyacağam. Müharibənin ilk günündən sonuna kimi ön cəbhədə olmuşuq. Bala Mirzə ilə də dəfələrlə görüşmüşük. Heç bilmirdim, indi gördüm onu burada. Ona görə qeyd etdim ki, xüsusi təyinatlı qüvvələrin mənsubudur. Mən ilk növbədə hər birinizi salamlayıram. Dəvətə görə təşəkkürümü bildirirəm. Mən çox qısa bir söz deyəcəm. Mən elə başa düşürəm ki, bu qısa sözlə siz hər şey anlayacaqsınız. Mən kino rejissoram, mən jurnalist deyiləm. Yəni, o da bir jurnalistikanın bir sahəsi demək olar. Şuşa Sənazatsan və Hadrut Sənazatsan filminin rejissoruyam. Və sırf öz gözümlə gördüyüm və öz, yəni, o müharibənin hər bir hissəsini hiss etmişəm, özüm hiss etmişəm, öz gözümlə görmüşəm, duymuşam və əsas bir şeyi qeyd etmək istəyirəm ki, mən hər iki valideynimi itirmişəm, heç bir zamandakı, o mənim bir xüsusiyyətimdir ki, mən bilmirəm nədir, mənim heç bir zaman gözümdən yaş axmayıb. Amma mən Şuşanı görəndə 9 noyabr Şuşanı gördüm atdan, yəni qayaya baxdım, o qalaya baxdım, o dağa baxdım və mənim ilk dəfə gözümdən yaş axdı. Mən ondan həmin gözüm yaşı orada axıb, ondan sonra da ondan əvvəl, ondan sonra da mənim gözümdən yaş axmayıb. Var olsun Azərbaycan ordusu, Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan var olsun. Sağ olun, çox sağ olun. Bir daha dəvətə görə təşəkkür edirəm. Sağ olun. Xoş gəlmisiniz bizim dərsimizə. Mən arzu edirəm ki,
Sənin indən belə gözündən ancaq sevinç yaşları axsın. Sağ ol. Zəfər yaşları axsın. Mən xahiş edirəm İradə xanımdan bizi çəksin. Çox sağ olun. Allah can sağ olun. Sağ olun, minnətdaram. Sağ olun. Minnətdaram. Sağ olun. Mən bu məbədgaha az gəlirəm. Ona görə də Əsəd müəllim məni şəxsən yəqin ki, yaxşı tanımır. Amma mən Zöhrə Qaraqızı Etibar bəylə yol yoldaşı olmuşam. Türk dünyası şairlərlə görüşə gedəndə orada mən görmüşəm ki, onun böyük ürəyi var. Böyük insanlar böyük ürək gəzdirirlər sinədə. Onun özünün xüsusi çəkisi olan insan mükəmməl də kitab yazıb. Ona görə mən bu kitabla dostumu, qardaşımı təbrik edirəm. Ona uğurlar arzulayıram. Canı sağlam olsun. Bilirəm ki, Şuşadan başlanan zəfər yolu bizim Zəngəzurumuza, İrəvanımıza qədər davam eləsin. Təbrik edirəm sizi, öpürəm. Ölkədə görüşək. Etibarın keçən kitab təqdimatında adını unutduğum təsviri, bax bu cavan oğlanın gözəl bir çıxışını dinləmişdim. Bilirəm ki, Etibarın keçmiş iş yoldaşıdır. Amma o qədər gözəl danışdı. Elə bil ki, filologiya fakültəsini bitiribdi yəni. Etibar təqdim eləsin onun adını. Etibar adını təqdim elə. Aydın Məmmədov, hə? Mehdiyev, hə? Buyur. Etibar Hacı Etibar və böyük qardaşım. Etibar elə Etibar Yaqubovdur, amma Etibar Muradxanlı kimi tanımalılar. Çünki o Şah İsmayıl Xətayının sərkərdəsi olan deməli Qaraxan və Muradxan. Muradxanın davamçısıdır və onun yolunu da gətirən Mükafat bəyin oğlu Əli Qismət olub. Silahdaşı da burada əyləşib. Onlara da minnətdarlığımızı bildirirəm. Və eyni zamanda bütün şəhid ailələrinin üzvlərinə, qazilərimizə də can sağlığı bildirirəm. Hərbiçilərimiz də bir solunda hərbiçi oturub, sağımda da hərbiçidir, polkovnik. Allah canlarını sağ eləsin. Mən Etibara minnətdarlıq edirəm ki, belə gözəl kitabları ərsəyə gətirir və bu kitabları doğrudan da yadımdan çıxdı, xanımın yanında əyləşən kişinin adı yadımdan çıxdı. Əlizə müəllim o qeyd elədi ki, doğrudan da bu materiallardan çıxarış edib və deməli bir mövzu olaraq müharibənin o içindən doğru olan, canlı olan deməli hadisələrdən bizim sərhədçilərə, hərbiçilərə dərslik kimi olsun. Deməli nəinki bizim, həm də Turan dövlətləri də o haqda məlumat əldə eləsinlər. Mən Etibara uğurlar arzu edirəm. Təşəkkür edirəm ki, bizi belə həmişə bu tədbirlərə dəvət edir. Ona uğurlar arzu edirəm gələcək işlərində. İnşallah Etibar nəinki yazısı, həm də ki, o hər tərəfli insanlar başqa cür olur. Bacarıqlı insan başqadır da. Mən onu çox bacarıqlı insan bilirəm. Çünki həm jurnalist, həm publisist, həm yazıcı, eyni zamanda həm də mühəndis. Gözəl mütəxəssisdir. O xarici şirkətdə çalışır eyni zamanda. O xarici şirkətdə, yəni ki, Azərbaycanda bəlkə bir 10-15 nəfər beynəlxalq dərəcəli sertifikatda olan mütəxəssislərdən biridir. Həm də müəllimidir onu. Mən böyük məmnuniyyətlə sözü şair Qabil Nəbiyə verirəm. Etibar ən gözəl dostlardan biridir. Ümumiyyətlə bir şey deyim ki, ana haqqında, torpaq haqqında və vətən haqqında yazmaq ən çətinidir. Ən çox müraciət olunan mövzulardır, amma ən çətinidir. Niyə? Çünki əksər yazılar pafosdan dolu olur. Etibarın yazdığı bu əsər bütün yazılara nümunə kimidir ki, yazırsınızsa, hünəriniz çatırsa belə yazın. Boğazdan yuxarı deməyə nə var ki? Sözdə ölməyə nə var ki? Hünərin var, get o ölümə səsləyən güllənin səsini dinlə, sonra ölümdən danış. Qardaş, sənə təşəkkür edirəm belə bir əsərə görə. Uğurlar, can sağlığı, başqa tədbirlərə görüşürük. Mən böyük məmnuniyyətlə şəhidlər haqqında Qarabağ temasında bir neçə şeir kitabının müəllifi olan şairə Şəfəq xanım Sapiliyə söz verirəm. Düzdür, danışmaq istəmirdi vaxta görə. Amma bir-iki cümlə ilə ürək sözlərini qoy o da ifadə etsin. Bir Qarabağlı kimi, bir şair kimi mənim də aprel döyüşlərinə bir səs poemam və 44 günlük müharibəyə torpağa dönürəm, vətənləşirəm.
şeir kitabının müəllifiyəm. Bir kiçik şeir deyim. Keçib kərvan yanımızdan, bir ah qopur canımızdan, qərənfirə qanımızdan içirmişik xəbərin yox. Yaşıl çöllər, şiş təpələr, dəniz susar, gah ləpələr, sinəmiz üstə qəlpələr, bitirmişik xəbərin yox. Bulud alıb göy üzünü, gün itirib gündüzünü, axtarırıq yer üzünü, bitirmişik xəbərin yox. Böyük bir şeirdən kiçik 3 bənd. Sağ olun. Mən Azərbaycanda bir şair tanıyıram ki, mənim fikrimlə onun fikrinin üst-üstə düşdüyü qədər, inanmıram iki başqa adamın fikirləri üst-üstə düşə bilər. Elə bir ki, onun yazdıqlarını mən fikirləşirəm, mənim yazdıqlarımı da o fikirləşir. Söhbət bu yaxınlarda əbədiyyət dünyasına qovuşmuş böyük şairimiz Musa Rəhbərlinin qardaşı, onun yolunu ləyaqətlə davam etdirən Gəray Göyyurtdan gedir. İstedadlı şair qardaşımızdır. Xalqımın vuran qolu, sabaha baxan gözü, vətən yurt sevgisinin heç vaxt sönməyən közü, gücünlə eşidilir dövlətimin haqq sözü, millətimin güvəni, düşmənlərin qorxusu, Azərbaycan ordusu. Sənin hər zəfərində şəhidlərin qanı var, yurdumun, dövlətimin şəfəqlənən danı var, hər kəs sizə borcludur. Kimin ki vicdanı var, sevindirdiniz vətəni, bütün eli ulusu, Azərbaycan ordusu. Varlığını qorudum, bu yurdum, bu dövlətin. Hər kəsi heyran etdim, mərdliyin, sücayətin. Körpədən qocaya dək, bu xalqın, bu millətin minnətdarlıq hissi var sizə ürək dolusu, Azərbaycan ordusu. Başımızın tacıdır, hər zabitin, əskərin. Qəhrəmandır, igiddir, inan ki, hər nəfərin. Dünyanı heyran qoydu sənin şanlı zəfərin. Səni vəsf eləməyə söz acizdir doğrusu, Azərbaycan ordusu. Al şəfəqli gündüzlər, səhər sənə yaraşır. Qəhrəmanlıq, igidlik, hünər sənə yaraşır. Boyuna biçilibdir, zəfər sənə yaraşır, Tanrı sənə yar olsun, Allah səni qorusun, Azərbaycan ordusu, Azərbaycan ordusu. Qazi, Qarabağ müharibəsi qazisi Mirzə iştirak eləyir. Kitabın qəhrəmanlarından da biridir. Etibar bunu mənə indi dedi, Etibar mənə tez desəydi, bəlkə də ən birinci söz verərdim, amma ən axırıncı, qazimizin ən axırıncı danışmağında da bir məntiqi məna var, final akkordun vurur yəni. Mənə söz verdiyi üçün hamımıza minnətdarlığımı bildirirəm və hər birinizi salamlayıram. Mən hal-hazırda Azərbaycan Respublikasının hərbi qulluqçuyam, ön xəttə xidmət edirəm hal-hazırda da və 2016 aprel döyüşlərindən ta ki 2023 antiterror əməliyyatına qədər bütün əməliyyatlarda iştirak eləmişəm. Və tankçıyam, tank komandiriyəm. Bu günləri düzdür, indi məsəl üçün biraz tutuldum, o kitabı oxudum. Vətən müharibəsi qəhrəmanı Mahir Heydərov Amidin rəhbərliyi altında xidmət eləmişəm. O kitabda bu günləri adı çəkilənlər var ki, antiterror əməliyyatında şəhid oldular. Onlar mənim qanmatım olublar. Həmidli Həmid. Sonra Əli Soyəli yaralandı, ağır vəziyyətdədir. Nə çox uzatmayayım. Allah Teala hər birinizə can sağlığı versin, qələminizi it eləsin. Sizlərin qələminizi etməyə dəydinməsin ki, bu günləri vətən üçün, millət üçün, dövlət üçün, gələcək nəsil üçün yazdığınız bu kitablar, çap elədiyiniz bu əsərlər hər bir gələcək nəslin görmək istədiyi, bilmək istədiyi. Mən məsələn bu kitabı oxudum, bir anlıq orada Ağayev Mirzə İntiqam olub, tankçı kimi bir anlıq 2020-yə qayıtdım. Elə bildim ki, onun üçün deyəm. Təzim o. Yəni bundan sonraki həyatınızda hər birinizə də uğurlar arzulayıram. Sağ olun, söz verdiyiniz üçün. Çox hörmətli tədbir iştirakçıları, bununla da 2026-cı il aprel ayının 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında tanınmış yazıcı, Qarabağ müharibəsi mövzusu ilə bağlı çoxsaylı romanlar müəllifi, əziz dostumuz və qardaşımız Etibar Muradxanlının Qarabağ zəfərinə həsr olunmuş Bayatı Araz romanının təqdimatı ilə bağlı tədbirimiz
öz möhtəşəm finalına doğru yaxınlaşır. Hər birinizə tədbirin aparıcısı kimi ürəkdən gələn səmimi minnətdarlığımı bildirirəm. Böyük səbirlə burada əyləşdiyinizə görə 2 saatdan artıq, ürək sözlərini bizimlə bölüşdüyünüzə görə və sizin gürültülü alqışlarınız altında indi mən sözü Bayatı Araz romanının müəllifi Etibar Muradxanlıya vermək istəyirəm. Mən deyim ki, bu əsəri yazmaq çox böyük və çətin bir proses oldu mənim üçün. Bu prosesdə təbii ki, mən düşünürdüm, hətta bəzi vaxtlarda bunu dayandırım, yazmayayım və həmin vaxtlarda mənə dəstək olan dostlarım var idi, Allah kömək olsun. Demək olar ki, ətraf mənlə səfərdə olan dostlarım hamısı Elmirə xanım, Əntiqə xanım, Həcər xanım, Adilə xanım, Aləm müəllim və qardaşım, ən böyük qardaşım Mükafat Yaqub, bu eyni zamanda kitabın redaktorlarından biridir və dostum, hal-hazırdakı bu tədbiri yüksək səviyyədə aparan Əsəd müəllim, yəni hər birinizə, İlqar müəllim, yəni hər birinizə böyük təşəkkürümü bildirirəm. Arzu xanım xüsusi olaraq mənə böyük dəstək olub həmişə. Yəni təsəvvür eləyin ki, bu əsəri yazmaq elə bir zülm, elə bir çətin bir prosesdir ki, bunu yazmaq mən dəfələrlə hətta o həddə çatmışdı ki, uzun müddət bunu atıb heç nəyinə bir maraqlanmaq belə istəmədən bir kənara çəkilmək istəyirdim ki, bir balaca başımı dinləyim, bir balaca hövsələ eləyim, bir balaca bütün bu prosesdən kənar olum. Amma elə bir maqama düşmüşdüm ki, yəni, o maqamdan artıq onu yarım çıxıb gedə bilməzdim və düşünürdüm ki, nəyin bahsında olursa olsun bu kitabı bitirməliyim. Hətta bir çox məhrumiyyətlərin sayəsində mən bu kitabı bitirə bildim. Təbii ki, yazısı olmaq, böyük məhrumiyyətlərə sahib olmaq deməkdir. Təbii ki, işləyirsən və işdən sonra istirahatin olmur, məzuniyyətin olmur və axşam işdən qayıdandan sonra yenə istirahatin olmur. Təbii ki, bu proseslər çox ağır bir prosesdir. Amma şükür ki, mən dostların dəstəyi sayəsində bu prosesi başa çatdıra bildim. Bizim aramızda bu günləri indi dəyərli dostlarım toplaşır və mən bu tədbirdə mənə dəstək verdiyinizə görə, yəni yazıcı üçün ən böyük istək nədir? Oxucunun dəstəyi. Oxucunun dəstəyi və dostların arxasında olması. Və hər birinizə görə təşəkkür bildirirəm ki, arxamda oldunuz. Eyni zamanda bizim 1-ci Qarabağ müharibəsinin qazisi, mənim dostum, Himayət müəllim Qubadov, o 1-ci Qarabağ müharibəsinin xüsusi qəhrəmanlarındandır və milli qəhrəmanlığa onun adı təqdim olunub. Xüsusi qəhrəmanlıqlar göstərib, mən onun dəfələrlə döyüş meydanında görüşmüşəm və onun ətrafındakı dostlarının xüsusi onun haqqında fikirlərini dinləmişəm. Haqqında kitablar yazılıb, haqqında verişlər çəkilib və bu tədbirimizə bu halıyla, yəni qazi olaraq təşrif gətirdiyinə görə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun hər birinizə. Və bizim hal-hazırda uzaq Qazaxıstandan bir dostumuz təşrif olub, tədbirimizdə iştirak edir Sait bəyəm. Sait bəy eyni zamanda mənim 25-ci fəsli kitabımın tərcümətçisidir. Qazax dili hal-hazırda onun üzərində işləyir. Zəhmət çəkib, təşrif buyurub. Sait bəyə təşəkkür bildirirəm və Azərbaycan xalqı adından bizim qardaşlığımızı təmsil edən Sait bəy və bütün Qazax xalqına öz təşəkkür və salamlarımı çatdırmaq istəyirəm. Qardaşlar, dostlar, çox sağ olun, əziyyət çəkdiniz, vaxtınızı itirdiniz və bu möhtəşəm tədbirdə mənə dəstək oldunuz. Allah sizə can sağlığı versin, sizə də öz yaradıcılığınızda, fəaliyyətinizdə uğurlar arzulayıram. Təşəkkürlər. Tələsinin bağlaşmağa və sizdən çox xahiş edirəm, burada öz yerlərinizi tutasınız, son xatirə şəhid çətirək.